Selamun aleyküm. Hoş Aleyküm gördük. selam. Yaxşısınız, halınız Sağ olun. yaxşıdır. Sağ olun. Əgər sizin bir söz müqəddəmə olaraq varsa buyurun, yoksa başlayaq və bugünkü suallarımıza. Yok, öyle bir sözüm yoktu. Selamlar ve saygılar herkese ki gelirler bize burada yani diyorlar ki o cemaatin olması filan dostların olması bizi daha çok biraz həyəcana getirir ki bazı fikirlerimizi daha çok izah eder filan. O yaxşıdır ve o çok haber güzel haberdi ki Salih Bey veripler ki televizyondan yayılsın ve o başka Kürşat dostumuz da ki o filmi düzeldir yani şeyde o çok hani onlar düzeldir onları göndermək olar televizyondan yayılsın. Yani hazır olmuş olur. Belki imkanları olar, bəli. Belki özlerinde imkanları o düzelmiş olsa yani fail hazır olmuş olsa o failler daha bu failler yani Instagram'ın faillerine daha yaxşıdır. Biraz da edit olsun. Əşyatığı götürülənsin, qeyri lazım şeyler falan. O daha güzel olur. Doğru. Teşekkür ederim. Yetiştik milli mənafəyə. Azərbaycan Demokrat Partisinin milli kavramdan ne düşünür? Deyəndə milli ne düşünür bu kavramdan? Milli ya milli mənafə? Hələ əvvəl milli ne deməkdir? Milli. Güzel sualdı bu yani milli. Bizim içimizde de dostlar içinde de bu bahs çok ciddice olur. Yani bir milli sözü gələndə dövlət pəncərəsindən milli mənafə mövzuyu bəhs olur. Bir de bir milli gələndə ideolojik açıdan milliyyətçilik söz konusu olur. Yani biri milli deyəndə ideoloji anlayışı ondan fəhm olunur, düşünülür. Bir de milli deyəndə dövlət pəncərəsindən milli mənafəyə, bir ölkənin milli mənafə söz konusu olur. Bunlar çok fərqli şeylerdiler. Yani milli mənafə ve milli cəhət, yani ideolojik milli olmak, yani nasyonalist olmak iki fərqli şeylerdir. Bizim toplumumuzda bir sui-təfahüm var. Yaxşı oldu bu sualı soruşdunuz. Sevindim çünkü bu hafta da ben qabaqda danışmışam, yani səslərimdə vardır. Yani milli mənafə ve milliyyətçilik ve milli mənafə iki başka şeylerdir. Böyle bir təsəvvür var bizim bazı aktivistlerimizin içindeki. Güya milli olmak yani millətçi olmak deməkdir. Yani milli olmak, yani Azerbaycan'ın ya Türk milli harekatının milli maraqların və mənfəətlərini qorumaq bir şey, ama millətçi olmak yani o mənfəətləri necə qorumaq deməkdir. Yani iki tamamen fərqli şeyler. Yani ideolojik pəncərədən baxma milli məsələyə olursan sen bir milliyyətçi, bizimkiler ona deyirlər millətçi. İran'da yani Azerbaycan'da deyirlər millətçi. Türkiye'de ona milliyyətçi deyirlər. O çok mühim tanınmış terimi de nasyonalist olmaktır. Ama milli olmak demek bir ülkenin mənafeyini korumak demektir. Bu ayrı şeydir. Yani bir devlet adamı olursan, yani bir devlet məsuliyyətində olursan, bir ülkenin sorumluluğu senin elinde olayı bir seviyede, farklı seviyelerde sen o aldığın o sorumluluğu düzgün yerine getirmeyin söz konusudur. O sayede milli mənafə korunma söz konusudur. Milli mənafəyi de biraz indi danışaq, biraz daha çok izah ederiz ki ne demektir. Ama orada bunu bilməyimiz lazımdır ki milli deyəndə millətçi demek değildir. Mesela bir misal vurun. Məhəmməd Əmin Rəsulzadə bir millətçi değil, bir sosyal demokrattır ideolojik cəhətdən. Ama Azerbaycan devletinin en yüksek derecede mənafeyini koruyan bir adam da. Yani Cumhurbaşkanı, birinci Cumhurbaşkanı seçildi Azerbaycan'a ve Azerbaycan'ın yüksek seviyede milli mənafeyini koruyandı. Yani milli mənafeyini koruyan milliyetçi olmaya gerek yoktu. Dünyanın her yerinde baktığımızda devletlere, dünyanın tamam ölçülerine baktığımızda milliyyətçilər, yan nasyonalistler toplumun siyasi kesiminin en küçük bölümünü teşkil ederler. Yani dünyanın mesela baktığımızda dünya ölçülerinde çok az ölçü tapabilirsen, çok az hatta böyle varmaq olsa belki tapabilmeyeceksin ki milliyyətçilər devlet yani halk ona ses verip ve milliyyətçilərə ses verip ve milliyyətçilər devlet teşkil verir. Ümumiyyətlə sosyal demokratlar, liberallar ya sosyal liberallar bu kesimler toplumda daha çok rəy toplayan ideolojidir ve dünyanın devletlerine baktığımızda da o kesimler daha çok
dövlət quruculuğunda rol oynayıblar. Yəni oldu indi yəni toplasaq ya Bakı dilicə yekunlaşdırsaq belə olacaq ki, milli bir ölkənin mənfəətini qorumaq söz konusudur. Milli olmaq. Yəni şəxsən mən dövlət adamı da deyiləm, cənabınız da deyilsiniz, eləyə bilmərik milli adam olaq. Ya əlbəttə, biz indi bu gün elə onu da bizə açıqlayacağım milli mənafe açıq gələndə. Baxın, milli mənafe açığı gələndə iki açıdan, iki pəncərədən milli mənafeyə baxmaq lazımdır. Birisi bu gün tanınmış milli mənafe, yəni bir ölkənin mənfəətlərini qorumaq. O ölkənin mənfəətlərini qorumaq da gəlir dövlət məsələsi, hakimiyyət qurma məsələsi, qədər təyin edilmə məsələsi. Yəni xalq gedib bir səs verməlidir, məclisi seçməlidir, məclis bir iqtidari dövlət seçməlidir. O dövlətin görəvi milli mənafeyi təmin etməkdir. Amma bizlər hələ dövlət təşkil etməmişik, dövlət içində deyirik, amma bir milli demokratik, bir milli hərəkətin mənsublarıyıq hamımız. Orada milli mənfəət biraz zorluq, amma milli maraq söz konusudur bizlərə. Bizlərin milli maraqlarımız var ki, nə? Yəni bu milli hərəkatın milli maraqları hangi siyasətlə təmin olur deyə düşünməyimiz lazımdır. Əlbəttə ki... Məsələn, mən bəzən deyirəm ki, milli düşüncə. Bu nə deməkdir sizcə? Milli düşüncəni deyəndə milli düşüncəni siz izah etməlisiniz, nə demək istəyirsiniz. Çünki milli düşüncə dediyində dəqiq bəlli olmur ki, milli düşüncə nə deməkdir. Amma məsələn, mən indi istəsəm milli düşüncə deyim, yəni belə izah edərəm. Biz yəni Azərbaycan bir millətdən danışırıq, bir Türk milləti və bir ölkədən, bir bölgə ölkədən danışırıq. Yaxşı, burada milli olmaq demək hər bir siyasi qrupa, hər bir siyasi komünist ola bilər bu, eləyə bilər milliyyətçi də olsun. Yəni soldan, lap sol, ifrat sol, ifrat sağ. Yəni bu ikisinin arasında da fərqli qrup ola bilər. Bu iki qrupların hər hansısı öz ideolojik pəncərəsindən milli marağı və milli olmağı çalışarlar. Yəni, əgərsə bir, məsələn, Türk komünisti deyək, məsələn. Əgər bir Türk komünisti varsa, o Türklərin öz ideolojik pəncərəsindən Türk xalqının milli mənafeyi nə cür qorunur, Türk millətinin milli maraqları nədir deyə necə düşünür, ona çalışmalıdır və o onun adını milli qoyacaqdır. Amma bir milliyyətçi pəncərəsindən bu mövzuya baxdığımızda o təbiətən biraz fərqli görüb, biraz fərqli izah edəcəkdir. O da elə milli məsələ tozif edəcək. Yəni, milli məsələni, misal da vuram, milli məsələni qorumaq, yəni izah etməkdə biraz ideolojik pəncərəni görməyimiz lazım. Kim milli məsələdən danışır? Kim? Yəni, hangi adam, ya hangi partiya, hizb öz ideolojik baxış pəncərəsindən milli məsələni izah edir. Orada bilməyimiz lazımdır. Amma milli məsələ o əsasında, məsələ deyək, komünist ölkələr qurulmuş da, məsələ deyək, Stalin, məsələn, yəni bir sosialisti dövlətlərin quruluşunda, onlar da milli mənafeyini qorumaq. Yəni, onlar da kökündə o milli mənafeydən ki, danışırıq, öz baxış pəncərəsindən milli mənafeyi necə qorumaq lazımdır deyər. O açıdan milli mənafeyi qorumaqla mükəlləfdirlər. Məsələn, milli hərəkət sözü bizdə çox məşhurdur. Yəni nə demək? Yəni nə demək? Siz nə düşünürsünüz? Dəqiqən, o gözəl suallardır. Milli hərəkət dediyində Azərbaycanda Türk xalqının, yəni İranda dediyində, İranda Türk xalqının ən üstün, ən ali problemi o xalqın milli məsələsinin çözülməməsidir. Yəni, o xalqı, o məmləkətdə öz müqəddəratını təyin etmə haqqını əldə etməmişdir. Və hər bir türk insan öz toplumunun siyasi, ictimai, sosial gəlişməsi üçün birinci dərəcədə öz qədərin təyin etməlidir. Öz qədərin təyin etmə o bölgədə və ya bir xalqın öz vətənində öz müqəddəratını təyin etmək, orada dövlət yapısını qurmaq deməkdir. Ona görə milli məsələ deməkdə Türk xalqı, sadə desəmsə, Türk xalqı birinci dərəcədə çünki daxili istimar siyasətinə məruz qalmışdır. Daxili istimar siyasətindən qurtuluşu üçün milli müqəddəratını, ya milli qədərini
o bölgədə bir dövlət qurmaqla və özünü azadlığa, özgürlüyə yetirməklə əldə edə bilir. Bunun adı milli məsələdir. Yəni, milli məsələ bir millətin əsarətdə olması və o əsarətdən qurtulma yolunu göstərmək deməkdir. Onun adı milli əsarətdir və qədəri təyin etmə, ya milli müqəddərat təyin etmə, yəni o millətin o milli əsarətdən qurtarmaq deməkdir. Bu istemar daxiliyə görə mən istemar bölümünə gələndə soru soruşacağam. Ehtimalən də yetişməyəcək canlı yayınlarda. Onları səsli göndərəcəksiniz. Umarım ki, çox da gözəl izah edəcək. Bugün mənə də bir video göndərmişsiniz, səs video faylı göndərmişsiniz. Ali mənfəətlərimiz. Çox gözəl idi. Sağ olun, təşəkkür edirəm. Bunu da ərz edim. Dünən Cənab Sehriqani'nin adını Cənab Səhdiz. Mən Cənab Sehriqani'yə həm videonu göndərdim, hər günkü göndərirəm. Amma dünən bir təkidlə göndərdim ki, bu videoda Sayın Yunus bəy Şamili cənabları sizin adınızı çəkibdir. Sizə görə bir şeylər deyibdir. İstərsiniz 3 gün içində ki Yunus bəyin canlı yayınları davam edəcəkdir, gəlib cavab verə bilərsiniz. Hər zaman istəsələr gələ bilərlər. Onu da istədim xidmətinizə yetişəm. Tamam. Təşəkkür edirəm. Milli mənafi ki, Türkcə olur milli çıxarlar. Bəli, milli çıxarlar. Bunu necə tərif edirsiniz? Bunu necə tərif edirsiniz? İndi biraz çətin yerlərə yetişmişik, amma hər halda çalışacağıq ki, izah edək. Çünki milli çıxarlar çox mürəkkəb bir faktor, mürəkkəb işdir. Amma xülasə əgərsə milli çıxar və ya milli mənafedən izahat verə bilsək, onu belə deyə bilərik ki, bir ölkənin, bunu deyirəm ölkə, siyasi iqtidar olan ölkədən söz gedir. Dünən nə yadınızda olsa bir şey danışırdıq, nation, United Nation, o nation'dan danışırıq. Bir ölkənin içəridə... Dövləti olan millətdən danışırıq. Dövləti olan millətdən danışırıq. Bir ölkənin iç və dış siyasətlərində ali səviyyədə mənfəətlərini fərqli alanlarda qorunmasına milli mənafe qorunmaq demək deyilir. Məsələ, deyək ki, bir sadə desəm əgərsə budursunuz, bax, bir ailənin bir yerdə birinci dərəcədə ən önəmli məsələsi nədir? Onun güvənliyidir, əmniyyətidir. Hiss eləsin ki, biri ona hücum gətirməyəcək, biri onu kəsib asmayacaq, rahatlıqda yaşayır, oturub bir yerdə qalacaq. Ondan sonra nəyə gəlir ailənin? Yemək, içmək, yəni yaşamı. Bir ölkədə milli mənafein əsas dayanıq nöqtələrindən məsələ, yəni iç və dış güvənliyidir. İç və dış güvənliyi. O nə deməkdir? Yəni içəridə, məsələ, ölkənin içində yaşayırsansa, polis vasitəsilə, əmniyyət gücləri vasitəsilə vətəndaşın əmniyyətini qorumaq və dış əmniyyət dediyində ya xarici əmniyyət dediyində xarici devlətlərin bu ölkəyə məsələ qəsdi, hücum filan qəsdi oldu, onu əskər, ordu filan o vasitə ilə qorumaq söz konusudur. Yəni, milli mənafe çərçivəsi gələndə ölkənin qorunması və vətəndaşın qorunması orada əsas sözlərdən biridir. Sonra onun işməsi dedik də ailədə də huzursuzdur, amma elə bu topluma gələndə də toplumsal huzursuzdur. Yəni, iqtisadi... Nəzür? Onun, yəni ikinci... Mən danışayım ya. Buyurun. İkinci faktor ki, milli mənafe ya milli çıxarı təmin edib və ya ona diqqət yetirmək lazımdır, iqtisadi gəlişmədir. Çünki bilirsiniz ki, iqtisadi gəlişmə o insanın düzgün, yəni rifahını təmin etmədir. Ölkədə sərvətin qorunması və sərvətin güclənməsidir. Yəni vətəndaşın sağlam yaşaması, güclü iqtisadi cəhətdən yaşaması məsələsidir. Bugün məsələ teknolojinin rolu ekonominin rüştündə nə qədər tosiyasında və gəlişməsində nə qədər rolu vardır. Ona görə bugün milli mənafeyə düşünən bir devlət teknolojinin gəlişməsinə ciddicə bir altyapı və ona çalışmağı lazımdır. Ondan sonra
kültürün gəlişməsi, mədəniyyətin qorunması, çevrənin qorunması, milli mənafe qorunması çərçivəsində izah olunan faktorlardılar. Yeter Şimdi ya, devam edelim. Sizin bu sorular tərifinizdə dövlətə çox təkid elədi. Acaba əfrad milli mənafein uğrunda çalışa bilərlər, ya əslən milli mənafeyi qorumaq üçün bir görəv götürə bilərlər, ya fərdilər, bireylər milli mənafedən, məsələn mən, cənabuz, biz milli mənafe üçün nə edə bilərik? Ya bir iş görə bilərik, ya görə bilmərik. Baxın, indi biraz aydınlaşdıraq nədən danışırıq. Milli mənafe dedik, bir ölkənin mənafe söz konusudur. Biz hələ ölkə sahibi olmamışıq. Yəni, ölkə sahibi o zaman olursan ki, sən orada devlət qurursan oranın, yəni həm qorunmasına və həm gəlişməsinə işləyirsən. Yəni, biz indi bundan danışırıq. Əsas milli çıxarlardan danışanda... Cənabuz bir parti qurmuşsunuz. Mənim sualım budur. Cənabuzun bir partiniz var, ya çoxlu partilər var. Bunlar milli mənafe üçün, ya milli mənafeyi qorumaq üçün farsların qabağında, ya İranın qabağında bir milli mənafe tərif ediblər. Çünki, məsələn, bizim milli mənafemiz xətərdədir. Yoxumuzdur. Cənabuz, məsələn, əmniyyət, güvənlik, dil, kültür, iqtisad. Bunu tərif edibdir, parti qurubdur. Ya məsələn, mən özüm məsələn birdən bunu tərif eləmişəm, proqramı tərif eləmişəm. Acaba bu milli mənafe hesab olmur? Diqqət edin, diqqət edin. Biz dedim, əvvəldə dedim ki, milli mənafe çərçivəsində klasik, yəni tanınmış bu gün akademik təriflər və yəni bilimsel baxdığımızda, izah etdiyimizdə bir ölkədə, yəni bir ölkədə yapılırsa onu o ölkənin devləti yapmalıdır. O ölkədə yaşayan insanlar gəlişməyə çalışırsa, orada bir anayasa vardı, bir kurallar vardı. O çərçivədə özü əlbəttə bir işlər görə bilər. Amma bizim milli hərəkətin, milli marağın necə çalışır, siz onu danışırsınız. Yəni biraz deyək ki, devlət qurmadan qabaqdan danışırıq. Yəni devlət yoxduysa, biz bu milli məsələ, milli marağa necə çalışa bilərik? Tamam, o bir sualdır. Amma milli mənafe klasik və tərif olmuş akademik tərifdə bizim sözümüz, bu sözlər taza söz, bizlərin sözlərdirlər. Akademinin sözləri deyirlər. Yəni bilimsel, yəni dövlət qoruma sözü deyil. Akademik üçün bunu təcrübə eləməyibdi, bu durumu ona yaratmayıbdı. Amma biz üçün təcrübə edirik, biz akademi yarada bilirik. Yəni akademiyə taza qonular yaradırıq, taza mövzular gətiririk. Akademi konusunda danışmalıdır. Və o akademini də biz yaradırıq da, onda deyirik bizim tərifimiz, bizim düşüncəmiz milli olur. Yoxsa desək Fəransəninki də bizimki deyil, milli deyil. Yox, ona o cür deməyək. Yəni bilimsel baxırsaq, ona belə deməliyik ki, bu gün dünya üzrə hüquq var. Baxın, bilim bir şeydir. Mesela bir üniversitede bir alim bir şey araştırır falan bir sonuca varır. Bir de hukuk var. Bugün tanınmış hukuk çerçevesinde milli menafeyi izah ettiğim bu iki dedim. Yani bir ülkede o ülkenin, halkın, yani vətəndaşın qorunması, iqtisadiyyatının güçlü, sərvətin çoxalması, teknolojinin gəlişməsi. Bunlar bir ölçüde sen bir iktidar olsan bu işler görebilirsen. İktidar olmasan, siyasi bir opozisyonda olsan bu işler göremezsen. İndi biz gəlirik nə ya? İktidar olmadan milli hərəkətdə, milli maraqdan danışırıq. Bu biraz fərqlidir. İstəyirəm fəqət aydınladım ki biz nədən danışırıq. Yəni aydın olsun ki biz nədən danışırıq. Biraz qarışdırmasın. Bir nəvəcələr arada qatışa söhbətə fikirlər ki biz bunlar danışırıq. Bu deyəcək bu milli mənafeyi belə bir şey qarışdıra bilər bu mövzunu. Ona görə istəyirəm biraz anladım. Tamam. Biz indi gəlirik deyirik ki biz nə tür milli maraqlarımız üçün çalışırıq. Yəni milli mənafeyimizi təmin edirik deyə biraz çətinlik çəkmək olar bu qavramda. Amma çünki bizim gücümüz əlimizdə yoxdur. Milli mənafeyi güc yəni təmin edər. Biz deyə bilərik ki, milli maraqları əldə etmək üçün elə biz o iş görmək istəyirik. Yəni indi mesela bizimkiler partiya qurub, sistem, yəni siyasət qurub, hizb düzəldir. Nə üçün? Hizbin işi nədir? Hizbin əsas amacı iktidar, bir iktidar əldə etməkdir. Bizim də Azərbaycanda partiyalarımız İran iktidarını ələ keçirmək deyil ki, əsas məsələdə Azərbaycanın iktidarını əldə etməkdir. Azərbaycana iktidar əldə edəcəksən, Kürtlər öz bölgələrində özlərinə iktidar əldə edəcəklər,
Bəluçlar, ərəblər, farslar filan. Sonra deyəcəksən tamam bu ölkədə bərabər yaşayırsa bir mərkəzi dövlət, bərabər bir mərkəzi dövlət qura bilərik və ona hesab, yəni onun hesabı kitabını aydınlaşdırır. Mərkəzi dövlətinlə yerel dövlətlərin görevləri, vəzifələri nədir deyə təyin edərik. Ona görə bizim yəni Azərbaycan adlı olan partiya yəni Azərbaycanda iqtidar qurmaq istəyir. Ona görə biz əlbəttə ki o iqtidara yürümək istəyirik və yürüməkdəyik zaten. Mənafe necə təmin olar? O maraq millinə tərif olar. Bunda təriflədim. Bax, dedim ki bizim partiyaların görəvi Türk xalqının bugünkü ən ağır durumda olan, əsarətdə olan bir millətin, vəziyyətin analiz edib ona siyasət qurur. Yəni nə? Onu əsarətdən qurtarmaq və onun egemenliğin, iktidarını bərpa etmək üçün çabada. Bu bizim milli mənafeyimizi təmin edən bir yoldur ya, bir ana bir fikirdir. Əslində bu özü milli mənfəətli ya yox. Bu ki bir parti qurulur, o parti qurulubdur. Bu özü deyir ki, mən Azərbaycanda bu isarətdən, milli isarətdən qurtarmaq üçün yol axtar. Bu özü milli mənfəət hesab olur ya yox. Əlbəttə ki bu dəqiqən milli mənfəət və milli marağın cəhətində hərəkət desək daha uyğun olar. Çünki yəni, biz başlanğıc aşamadayıq, güc sahibi deyilik o mənada. Onu desək biraz söz yekə olar. Yəni biz o işi görmürük əməldə. Biz gedirik ki o işi görək. Amma yəni, bu işi tərifini ortaya qoyuruq. Bu o tərif mühümdür. Dünənləri cənabınız buyurdunuz ki, millətdə anlayış, düşüncə səviyyəsi önəmlidir. İndi biz bir dana düşüncə qoyuruq ki, bizim milli mənafeyimiz, yəni cənabınızın partisi, Güney Azərbaycanda ya İranda Türklərə isarətdən azad milli dövlət ya indi hər nə formada bir dövlət, güvənlik. Ya bu olur milli, yəni ən üstün milli mənfəəti tərif edirsiniz. Qalanlar bunun içində tərif edir. Amma bilirəm də, amma təfəkkürdədir da. Praksis az praksisdədir. Halbuki milli mənafe deyəndə praktikdən danışırıq. Bəli. Milli mənafe deyəndə deyirsən sən ekonomini gəlişdirmə, yəni büdcə yazmalısan ona. Pul var, onu bölmək istəyirsən, necə bölmək istəyirsən. Yəni amma burada biz indi hakimiyyətin içindədir. Yəni hakimiyyət ən böyük milli mənfəət hesab olunanda hakimiyyət özü milli mənfəət hesab olanda ki, tərif edirik, qalanlar bunun içindədir. Yəni, büdcədir, puldur, iqtisaddır, teknolojidir, əkinçilikdir filandır. Bunlar onun içində, ya sosial işlərdir, bunlar onun içində hesab olur. Ona görə biz yəni, bu cür deməliyik, yəni bir praksis var, əməl, bir də düşüncə var. Bizim düşüncələrimiz milli maraqlarımızı qorumaq üçündür. Gedirik ki, milli mənafeyimizi təmin edək, dövlət düzəltməklə. Əmələ geçirdik. Yəni, ora yetişməmiş. Yəni, dövlət qurulan anıdan orada Azərbaycanın milli mənafeyi qorunmağa, yəni o danışdığım faktorlara diqqət edir. Əməli olur. Orada əməli olur. Tamam. Ona görə mən biraz ayırıram. Ona görə daha düzgün olur ki, biz düzgün qavramlar, məsələn, milli mənafe əgər odursa, əməldə sən bir iş görməlisən, biz indi əməl eləyirik, abi, siyasət aparırıq da, amma plançı tökə bilmərik, biz hələ dövlət təşkilatı. Məsələn, indi ki, bunu buyurdunuz, mən misallarım aydın olsun. Məsələn, indi deyirik ki, Azərbaycanlılar və Türklər İranda əsirdirlər. Bu aydınlıq ki veririk millətə, ayıldaq, bu özü milli mənafedir. Oradan qopardırıq axı. Bunu İrancılıqdan, farsılıqdan qopardırıq. Yox, mən ayrı söz istedim deyim. İstedim deyim ki, mən iki fərqli ad deyirəm. Bir milli mənafe, bir də milli marağa çalışma. Milli mənafe, dövlət iqtidarı əlinə gəldiyin andan milli mənafeyə çalışmalısan əməldə, orada plan proqramla. Amma biz indi milli maraq çərçivəsində fərqli. Yəni, bu iki daha fərqli qavramın işlətməsi bizim fərqli şəraitdə olmamızdan qaynaqlanır. Bizdə iqtidar, güc, pul filan, imkanat orada yoxdur. Amma ora gəlincə biz deyək milli maraq, iqtidar əldə olandan sonra milli mənfəət. Bu şey ki, bugün tanınmış bu beynəlmiləl hüquqda da rəsmiyyəti tanınır, onu istifadə edək deyə. Bu iki dənə qavram işlətdim. Çox sağ olun. Milli çıxarlar ya milli mənafelər nələrdir? Yəni bir neçə misal vursanız, əlbəttə güvənliyi dediniz, milli hakimiyyəti buyurdunuz, amma bunlardan yenə də oradan başlasaz
Hangiləri milli mənafe əsli məsələ, yəni milli mənafelə birinci dərəcədə gələn məsələ milli güvənlikdir. O da məsələn, yəni əmniyyəti təmin etməkdir. Yəni xalqın əmniyyətin, iç əmniyyətin və dış əmniyyətin, yəni məmləkətin içində də birinə təərrüz olmasın və məmləkətin xaricindən də məmləkətə təərrüz olmasın deyə. Əmniyyət övləviyyəti var, yoxsa hakimiyyət, dövlət? Hakimiyyət olmayınca necə əmniyyət qura bilərsən sən? Ay, əhsən. İstəyirdim onu bəllədik ki, hakimiyyət özü milli mənafidir. Əlbəttə, hakimiyyət ən yüksək dərəcədə milli, yəni yüksək dərəcədə qədər təyin edici faktordur dövlət qurma. Yəni milli müqəddəratı təyin etmə, xalqın səsi ilə bir hakimiyyət qurmaqdır. O ən önəmli şey odur. Ondan sonra yəni odur ki, milli mənafeyi qoruyacaq, odur ki, güvənliyi qoruyacaq. O faktor, milli mənafeyi faktorlarından ən önəmlisi, yəni güvənlik və əmniyyəti təmin etmə, iç və diş. Yəni içəridə və xaricdən təərrüzü təmin etmə, yəni əmniyyət təmin etmədən sonra iqtisadiyyat məsələsidir. Yəni məmləkətdə sirvətin artmasına çalışma, iqtisadiyyatı gücləndirmə və onun qalxma və gəlişməsinə düşünmə. O, bugün baxın, gəlişən ölkələrdə və gəlişən ölkələrlə, yəni geriyə qalmış ölkələrdə yaşayan vətəndaşın rifah səviyyəsinə siz baxın da. Siz əgərsə, yəni nə qədər bir gəlişmə iqtisadiyyatınız olursa, mövcud sirvəti ölkədə nə qədər gücləndirirsən, yəni yüksəkdə, yəni çoxaldırsan, o qədər sənin vətəndaşın rifahda yaşayacaq. O qədər, nə qədər rifahda yaşaya bilirsə, o qədər özündən daha çox qoruya biləcəkdir. İndi məsələ deyək ki, Somaliyanın misalı var. Onun iqtisadi gücü nə qədərdir? İqtisadi gücü zəifdir, özünü nə qədər qoruya bilər. İndi bir ən balaca bir Somaliya bir ordu girsə, oranı bir həftənin içində bəlkə alacaqdır. Çünki orada müdafiə etməyə güc yoxdur, ordu yoxdur, pul yoxdur, filan imkanat yoxdur. Yəni iqtisadiyyatın dəqiqən məsələyi güvənliyi ilə elə. Əsasən bir ölkədə faktorlar tamamən iç-içə girmə bir durumdadırlar. Məsələn, orada başqa məsələ var, çevrə məsələsi var. Bunlar təzə faktorlardılar, amma bugün milli mənafeyi qorumaqda çevrə məsələsinə diqqət yetirmə həyati məsələlərdən biridir. Məsələn, deyək, sənin məmləkətində əgər çevrə məsələsinə diqqət yetirmədi, indi baxın İranın vəziyyətini də. Məmləkətin tamam çayları, suları, gölləri, hamısı qurumaqdadır da, axır nümunəsi də Urmuc gölüdür. Ondan sonra elə cünubda da hər yerdə qurumaq, nədir oradakı? Hətta toprağın oturmasında, yəni topraq altı suların boşaltması, bu toprağın oturması, onun təmin olması 500 il çəkir. Yəni o elə bir fazə bir şeydir. Çölləşmə, qurulaşma. Bu əgərsə belə bir durum olursa, məsələ deyək ki, orada yəni iqtisadiyyat, məsələn, tarım, əkin, biçim necə ola biləcək o məmləkət? Yəni bugün o məmləkətin iqtisadiyyatını gücləndirmə, ələlxüsus bir daha bir başqa faktor var. Bu məsələ milli mənafedən müstəqil olmaqdır. Bax, müstəqillik yəni ki, bir ölkə öz iç gücləri vasitəsilə millətinin ya ölkənin həyatının davamına gəlişdirə bilir o səviyyədə. Əlbəttə, indi bilirsiniz, dünyada ölkələr bir-birinə bir türlü çox səviyyələrdən bağlıdırlar, amma məmləkətin ən üstün səviyyədə siyasəti olmalıdır ki, eləyə bilsin, müstəqil formda özünü idarə etsin. Yəni, bir dənə dövlətin, modern dövlətin stratejisində bağlılığı, nə qədər imkanı var xarici dövlətlərə bağlılığı, siyasətdə, iqtisadda, orduda filan da bağlı, nə qədər az olsa, o qədər müstəqilliyi güclüdür da deməkdir, deyil. Ona görə, yəni burada hər zat bağlıdır. Məsələn, deyək, teknoloji, bugün modern teknolojilər, məsələn, bu yapay zəka, bu modern teknoloji ekonominin gəlişməsində, teknolojinin gəlişməsində sağlam, məsələ o ərsələrdən ki, milli mənafeyi qorumasında çox ciddi məsələdir, sağlamlıq sahəsidir, səhət sahəsidir. Siz fikir edin ki, məsələn, uşağın doğulma anından dövlət məsuliyyətini alsın, onun uşağının sağlamlığını diqqət mərkəzinə alsın, yəni doğum deyil, üzr istəyirəm, hamiləlik, xanımların hamiləlik devrindən başlansın, ta uşağın 18 yaşından
onun qorumasında çalışsın. Mesela onun sağlamlığına, səhhətinə şərait yəni rahatlaşdırsın. Təbii ki, o uşaq ki böyüyəcək, o vəziyyətlə böyüyəcək, daha çox toplumun gəlişməsində, qalxınmasında çox ciddi rol oynayacaqdır. Ona görə bunlar hamısı sağlamlıq sahəsi, teknoloji, iqtisadiyyat, toplumun sərvəti, toplumda kültür, mədəniyyət, bunların qorunması və bunların inkişafı, kültür inkişafı, bunlar hamısı bir şeylərdirlər ki, bir toplumun yəni irəliləməsində çox ciddi rol, həyati rol oynayan faktorlardır. Ona görə sizə milli mənafe deyəndə bir sorun deyil, bəlkə çox fərqli və mürəkkəb və iç-içə girmiş sorunlara cavab vermə, onların irəliləməsinin şəraitini, yəni şəraitin uygulama söz konusudur. İndi toprak bütünlüğü ya toprak özü o da milli çıxarlardan, milli mənafedən hesab olur. Toprak bütövlüğü, toprak ne demek? Yani toprak bütövlüğü ilkesi var. Vətən, toprak. Yani mesela Türklerin toprakları, Farsların ya Kürtlerin toprakları karşısında milli mənafe hesab olur. Onun adı, yani eğer sen düz anlamış olsam sualınızı, o toprak değil de o toprak bütövlüğü ilkesidir. Devletlerin toprak bütövlüğü ilkesidir. Yani uluslararası hukukta yerleşir. Və hər bir devlət olduğunda onun müəyyən sınırları, sərhədləri var da, o sərhədlərin qorunması tamam dövlətlərin görəvi olur. Yəni, dövlətlər bir anlaşma yapmışlar 2. Dünya Savaşından sonra ki, yəni bütün 2. Dünya Savaşından qabaq böyük ölkələr, balaca ölkələri, öz mənfəətləri, o iddia, yəni o köhnə istimar, xarici istimar. Bu ölkə gelirdi buradan, başqa ölkəni müstəmir edirdi, onların qaynaqlarını gətirib satırdı, öz ölkəsinin zənginləşməsində, sərvətlənməsində istifadə edirdi, o ölkədə yazıq olurdu, qalırdı orada. Onun 2. Dünya Savaşından sonra devlətlər, yəni həm xarici istimarın son qoyulsun, həm də devlətlər gedib o birisi devlətləri öz devlətləri kimi bilməsin. Məsələn, Fransa Əlcəzairi özünün bir iyaləti kimi tanırdı, məsələn. Onun qarşısı alsın deyə bu toprak devletlerin toprak bütövlüğü ilkesi qəbul oldu. Tamam, devletler onu imza attılar onun altına ki devletler başka devletlerin toprak bütövlüğüne parmak atmaya ya təərrüz etmeyecekler diye. Bu yani hem her bir devlet açısından onu imzalamakta, yani mənim toprağıma bir kez təərrüz, yani bir başka devlet təərrüz etmeyecektir mənası. Ona göre o imzanı atmışlar. O imzanı atmakla herkes... Can Şahid, mən Toronto'da yaşıram. Toronto deyəndə tıqqılı şəhər deyil. Məsələn, çox böyük bir şəhərdir, amma əslində tıqqılı şəhər imiş, böyüyübdür. O birisi şəhərləri alıb içinə hamısını Toronto deyirlər. Amma bu məsələn indi 8 şəhərdən ibarətdir. 8 şəhərdən. Galibdir ki, bununla belə ki, hamısı Toronto adlanır. Amma bu şəhərdən o şəhər keçən mərzi var. Yəni xiyabanın ortasında o cədvəl deyirlər İranda. Beton döküblər. Betonun o yüzü North York'dur, bu yüzü məsələn East York'dur. Aşağısı Toronto'dur, üstü məsələn Richmond Hill'dir. Yəni bilirsə hər şey mərzi var. Yəni bununla belə ki federaldır, bununla belə ki bir iyalətdir. Məsələn Toronto'dan çıxırsınız, bir 50 kilometr gedin. Hər nə qədər gedirsiniz. Hər şəhrin özünün, hər məntəqənin özünün bizim Türkçədə bir mahal sözü var idi. İndi bilmirəm İranda buna farsça nə deyirlər? Mahal sözü. Məsələn Qəredağ. Orada neçə şəhər var, neçə yüz kət var. İndi məsələn onun burada da eyni odur. Mahal yerinə deyirlər ki, indi əgər tapsam county diye bir ad düzəldiblər. Məsələn, bunun mərziləri bəllidir. Sonra nəqşəsini də çəkiblər vurublar. Ha, bu mərzin budur. Məsələn deyirəm, mənim bir dostum vardı. Elə həman kantinin düz məsələn 2 metr fasilə ilə evi var. Aşqalıçı gələndə onun aşqalı götürdür. 2 metr fasilə var. Deyir ki, sən o birisi kantininsən. O dəqiqən ondan ötürdü ki, o sınırlar hər yerdə bəlli olmalı lazımdır. O idari məsuliyyət məsələsidir orada. Onun bərgi var, su var. Yəni başqa yəni sistem, o şəhri sazı deyək də, o sistemdə
ilzamatı var. Yəni su nəcür axır gedir və başqa şeylər. Onları kim yetişəcək onlara? O bölümlər yetişir ki, mesela bu bələdiyyə oraya yetişəcək. O sınıra gəldiysə, o sınırdan oyna, o birisi bələdiyyənin işidir. Yoksa ara qarşılardı məsələ bitərdi. Dövlətlərin də yapısı elə bu cüzlü bir şeydir. Əhsən. Yəni, hər kəs bilir ki, görəvi hardadır, nə etməlidir. Amma yəni bu toprak bütövlüyü sözünə gələndə dünyada bir gəlişmə olubdur. Yəni, bir gəlişmə bu mənadakı savaşların sayı azalıbdır. Yəni, təərrüzlərin sayı azalıbdır. Dünyada uluslararası hüquq saygın mövqeyə gəlibdir. Deyən də buralar hamısı nisbi şeylərdir deyirəm. Yəni, mütləq bir şey yoxdur. Ne deyəcək, filan kəs niyə filan kəsə saygı göstərmədi. İndi məsələ Rusiya gedib Ukrayna təərrüzdə məsələn niyə filan. Hani bu işlərdə var. Amma genelde çok önemlidir ki bu kurallar var ve bu kuralların esasında yani dünyanın gedişatı dolanışı bir türlü bir özüne bir nəzmi tapmıştır. Bəli. İndi acaba sizin partinin bir milli çıxarlardan vazgeçme şeyi vardı, pozisyonu var mıdır? Yani olabilir milli çıxarlardan vazgeçsin. Bir siyasi partiya əziz Hidayət bəy, əsasən quruluşu milli mənafəyə yürümək, milli marağa çalışmaq və sonra milli, yəni hakimiyyət qurulandan sonra milli mənafəyi qorumaq qəsdidir. Partiya, yəni hizb budur. Yəni siyasi olmaq, yəni iqtidara yürümək, iqtidara ələ geçirmək. Ona görə bundan milli mənafədən vazgeçmək bir parti siyasiyə, yəni parti siyasətinin kökündən olmamaq mənasına gəlir. Onu yəni kimsəndən soğuşmamaq lazım. Məsələn, bir danasından, yox, mənzurum da ki, hamısından. Amma məsələn, bir danasından vazgeçərsiniz, lazım gəlsə. Yox. Baxın, bu sualda düzgün çıxmaz. Yəni, baxın, biz bir daha qabaq sizə izah etdim. Dedim, milli mənafeyi izah etmədə bir ideolojik baxış pəncərəsi də vardır. Yəni, bir iqtidar, məsələn, indi deyək ki, mesela Türkiye'de bir mesela diniler iktidardadırlar. Bak dinçi hakimiyetlerin oranda bölümde revabitler çok yatsıdır. O niye dinçidir? Mesela komünistler olanda komünist iktidarlar komünistlerle birbirinden mesela Şərqi Avropa ile Sovyet Birliği falan onlar birbiriyle uğraşırdılar, çok kardeştiler falan da öyle şeyler. Mesela liberal devletler birbirinden, hatta bütün diktatör devletler bile birbirinden daha yakınlardı birbirini korumaktan ötürü. Ona göre buralardaki danışıklık hamısından nispi mesele var. Hatta bu milli məsələnin danışırıq. Burada biraz yani içeriye çok gözyatıcı etmek istemiyorum. Bu biraz çok yani orada bir təbəqati təhlil meselesi de vardır. Burada bir daha bir üçten cümle diyeyim. Ondan sonra sual devam eder. Bakın bugün ölkəlerde yani kapitalist ölkəlerde bir heyəti hakimə var. Bir təbəqəyə hakimə var. Doğru. Təbəqə hakimə bu məmləkətlərdə sahibi sərmayədir. Məsələn, mümkündür məmləkətin məsələn %10'u məmləkətin %40 sərmayəsində sahib, %90 sərmayəsində sahibdir. Məsələn, 10% cəmiyyət, 90% sərmayə sahib. Onlar təbəqə hakimi deyirlər onlara. Yəni onlar elə bir ölkənin sahibi kimidirlər. Amma bugün iktidarlar, məsələn devlətlər, məsələn Obama bir daha bürokratdır. Normal bürokrat. Əlbəttə Amerikan devlətlərinə məsələn daliyə getdikcə, bu əvvəl devlətlərində burjuvalar özləri rəisi dövlət olurdular. Yəni kapitalistlər özləri rəisi dövlət olurdular. Amma demokrasi gəlişdikcə, demokrasinin gəlişdikcə və qanun və hüquq yerini aldıqca onlar yavaş-yavaş özləri hakimiyyətdən çəkilir, bürokratlar işi başlayır. Yəni siyasi partiyalar gedir və məsələn indi Clinton nəzərdə alıb, məsələn Obama nəzərdə alıb filan, bunlar hamısı şeylərdirlər. Yəni bürokratlardılar. Elə bir dənə şirkət var, şirkətin bir şey sahibi var, bir şeyde idare eləyəni var. Yəni o bütün heyət hakimlər, yəni daha çox idare eləyən kimi, yəni bu məsələndə milli mənafeyi nəzərdə tutduğumuzda o biraz mürəkkəb bir faktora gəlir çatırıq burada. Kimin milli mənafeyini filan. Ona görə hər halda bugün praksisdə, normlarda bugün durum hani liberal demokrat devlətin yapısı və azad sərmayənin azad dolanışığı qəbul olubdur və bu çərçivədən artıq yəni yürümək o mənaya əsası da mümkün deyildir. Amma düzgün reformlar dövlət çərçivəsində, məsələn sosial demokratik reformlar o təbəqə hakimənin sərmayənin
e, deyək ki, sərmayədən gələn mənfəəti biraz adilane şəkildə toplumda bölünməsinə sosial demokratik, yəni sosial ideolojiler ki deyirlər, hocam bu toplumda bu insanlar yaşayır, bu toplumun gəlirləri bir tür əks olunmalıdır bu toplumda. Yəni yalnız bu liberalı formada kapitalistlər gündə belə və o birisilər gündə fəqir yox. Onu ideolojiler sağlayır. Sağ ideolojiler, nasyonalistler, liberallar, yani sağ liberallar daha çox yəni sərmayənin filan bir yerə yığışması və kasıblar özləri bilərlər nə edirlər. Hər kəs azaddır ki, nə cür filan məsələn şey, amma azaddır, amma imkanat yoxdur iş görəsən. Yəni azadla imkanın olmağı yerdə gözdə fərq var. Ona görə biz burada yəni normativ sözlər danışdıq. Eyni halda orada dedim, bunu ötür ki, ideoloji seçmədə bir toplumda gəlişməni sağlamağa bu həyati rol oynayır, həyati. Ona görə fikirləməzdim ki, məsələn biri, mən seçirəm, mən nasyonalist olacağım, seçirəm, mən sosialist olacağım, seçirəm, mən liberal olacağım, heç mənasız. Çox böyük məna daşıyan və toplumun sağlamlığında, rifahında və rifahın gəlişməsində, topluma yayılmasında ideolojilərin çox-çox ciddi rolu vardır. Misal vura bilərəm, məsələn, liberal ölkələri ki, oralarda rifah azdır. Mən dünən sizə bir misal da vurdum. Dedim, məsələn, mənim öz qızım, məsələn, İngilistanda uşağı vardı. Uşaq olanda 3 ay fürsət verir İngilistanda sənə ki, uşağı saxlayırsan, 3 aydan sonra bağçaya qoymalısan. Amma Sueddə 1 il sonra 18 aydan fürsət verir ki, ana uşağının yanında qalsın, 1 il, 6 ayda ata qalsın yanında filan. 18 ay yerdən gözdən mütəfavitli bir şeydir. O uşaq için 18 ay uşağın anasının, atasının yanında qalıb sonra bağçanı başlamağının, o uşaq için 3 ayda olandan sonra bağçaya veriləcəkdir. Ondan onun fərqi yok mu? Yəni ona görə deyirəm, ideolojilərin dövlət yapısında o milli mənfəəti geniş vasitədə adilanə sağlamasında çox üstün rolu vardı. Onu bilmemiz gərəkirdi. Onu izah ettim. Sağ olun. Mənim sorum da buradaydı ki, çıkarlardan vazgeçer sizin partiniz? Hiçbir siyasi partiye təyin etdiyi, tərif etdiyi mənafiyeti, milli mənafiyeden imkansızdır. Yani çıksa, geri otursa öz mənfəətini əldən verir. Ama yani, bir daha burada bir şey var. Çok üzr istəyirəm. Yani ki, 2 dana parti ya 2 grup siyasi gördükleri, üzr istəyirəm, siyasi dedim, milli çıxarlar, milli mənafi tərif elədikləri fərqli ola bilər mi? Əlbəttə fərqli olar. Əlbəttə fərqli olar. O yani yürütmənin, yani icrai gücün, dövlətin də, dövlət deyəndə bax qüvvə-i qəzaiyə, bəd sonra yani yargı, qüvvə-i qəzaiyə yargı, sonra yürütmə, dövlət yani iktidar, sonra da yasal məclis. Orada o ki yürütmə əlinə düşür, yəni rəy səs gətirir və iktidarı təşkil edir. O iktidarın ideolojisi milli mənafi tədilimdə çox qabarcıq formada fərqli o birisi partilərini düşünə bilər. Hətta o birisi partilərin tərəfindən ziddi mənafi milli çalışır. İndi bu günə, məsələ deyək ki, Cumhur İslamı məsələ deyərlər, o genəldə İranda Fars dövlətinin, məsələn, Fars millətinin nümayəndəsi deyək. Məsələn, Fars bir, yəni ideolojik, yəni üzr istəyirəm, etnik cəhətdən Fars millətinə aid bir dövlətdir da. Acaba Fars millətinin mənafiyini təmin edir o. Dünyada savaş filan, iqtisadiyyatın köçməsi, azadlığın köçməsi, insana saygısızlıq, hələ biz ötür. Qeyri-Farsları ötürərlər ki, orada onun nəfazədir. Amma onların özünə də bir saygı yoxdur. Yəni, indi Farslar da bu millətlə canqan savaşmadılar. Niçin? Çünkü o milli mənafiyə çalışmır. Yəni o deyil, hatta demokratik ölkələrdə gəlsə, çox misal da vura bilərəm. Demokratik ölkələrdə də partiyadan partiyaya milli mənafi, əlbəttə bunu deyil. Baxın, diqqət edin. Milli mənafiyin deyə bilərəm, məsələn, %60'dan 80'a qədər ümumiyyətdə bir-birini yanında dururlar. Bir-birinə yaxın olarlar. Yəni %60'dan 80'a qədər bir-birinin yaxınında olarlar. Amma bəzi yerlərdə fərqli siyasi düşüncəsi, yəni siyasi yox, ideolojik düşüncəsi üçün fərqli yorumlar olar ki, məsələn, bu hizb o hizbi
milli mənafeyi ayaqlamaqda ittiham edəcəklər. Çox bəhslərdə elə bu Urfanın özündə də, bəlkə sizin öz ölkənizdə də mənafeyi, məsələn sizin ölkədə bir bəhs oldu. Nüfus vəzirisinin adı Justin Trudeau. Justin Trudeau ilə onun müxalifi, gənc müxalifi var da. Orada yəni fişar buydu ki, İranın da İslam sipah paslarını şeye alsın, alsın listəsinə, terör listəsinə alsın. Ama onlar çalıştılar filan ama o iş olmadı. Dikkat edin, o çok büyük bir meseledir ki, iki tane büyük, mesela memleketin yürüten siyasetçiler... Aldılar listeye. Sipah paslarını aldılar listeye. Yok, genelde yok. Bir bölümlerin adları, yani sipah pasların genelde alınmayıbdı. İttifakın o bəhs məsələsidir. Yani genelde alınsaydı çok büyük bir şeydi ama niye? O nüfus vəzir olsaydı, yani başbakan olsaydı hemen o muhalifi, genç muhalifi ki orada kısınırdı daima məclisdə o yanda ki sen niye onu terör listesine koymuşsan? O onu terör listesine alacaktı. Çok mühimdi de onda Kanada ile İran'ın münasibatında bunda ne olacaktı? Çok büyük bir tane hadise olacaktı orada. Ki bu bir düşman mövqeyində duracaktı orada. Ki mesela Justin Trudeau bu işi görmədi. Yəni çox böyük bir fərqdir. Məsələn deyə, başqa sahələrdə də bunu izah etmək mümkündür. Təşəkkür edirəm. Mən ittifaqın sonuncu sualım bu olacaq. Cavab verdiniz hər halda. Partilərin milli mənafeydən fərqli, heç olmasa %20 ilə 40 arasında fərqli tərifləri olduğu üçün bəzi yerlərdə vazgeçə bilərlər milli mənafeydən. Amma biz yox, diqqət edin. Ya baxın, bu cümlə düz deyildi. Bəzilərdə, bəzi yerlərdə vazgeçə bilərsən, əsla düz söz deyildi. Yani bu cümleler bir siyasi partiye demek olmaz. Sen milli mənafeyle vazgeçsen biraz yani gülünç olar. Her partiye öz ideolojik ve analizi çerçevesinde milli mənafeyi izah eder. O milli mənafeyden hiç partiye geçmez. Vazgeçmez. Ama o partiyle bu partiye, iki partiyanın bu milli mənafeyin tarifinde birbirinden farklı olabilirler. Dedik daha sağçı, solçu, nasyonalist, sosyalist, liberal bu baxış pəncərələri milli mənafeyin izahatında ciddi bir rolu var. Ona görə heç kəsə demək olmaz ki, sən milli mənafedən keçə bilərsən. Heç partiya onu qəbul etməz. Amma fərqli düşüncələrin olmasını qəbul etməz. Bu ittifaqın bir daha bir faktor var, bunu deyim sizə. O da budur ki, bu mövzu ilə anlayışlı davranmalıyıq. Bu bizə bu dərsi verir, bu bəhsimiz bizə bu dərsi verir Azərbaycan içində partiyalara ki, bu dərsi verir ki, ilə anlayışlı olacaq. Əgərsə bir nəfərin analizi o birisindən biraz fərqlidir. Əlbəttə, bunu deyim ki, dedim sizə, %60 ta 80'a qədər yaxın olarlar. Bir, yəni məsələ güvənlikdir, siyasətdir, xaricdir. Amma bəzi yerlərdə fərqli düşünürlər. O bəzi yerlərdə fərqliyi anlayışla qarşılamaq lazımdır və ondan ötürü, məsələn, onu düşmən cərgəsinə qoysa, bu onu düşmən cərgəsinə qoysa, yəni iç savaş olacaq Azərbaycanda və düşmən gəlib rahat çəksə qələbə çalacaq. Ona görə düzgün anlayış olursa, Azərbaycan güclərinsə fərqli bu mövzuda bəzi təfavütlər də olsa birbirinin yanında durmalar gərəkir. Çox gözəl, təşəkkürlər. Nələr milli mənafey deyil indi? O nəyə bağlıdır? Yəni bunun təşxisi də nəyə bağlıdır? Nəyə milli mənafeyə bağlıdır? Onlar ki milli mənafeyi ki tərif eləmişik, onu çərçivəyə yerləşməyənlər milli mənafey deyirlər. Yəni sual cavabını içində. Necə təşxis verir o? Çoxlu sorunlar vardı. Şimdi üçün mən indi huzur zeyni yoxdur bu sualı fəqət bilirəm ki, yəni aydın da hər zat öz yerində. Ki, məsələn, nələr milli mənafə deyirlər, qeyri-zəruri şeylərdir. O şey ki, bizim məsələ deyək ki, biz bir milli mücadilə, milli mübarizədiyik, milli əsarəti quturub, öz qədərimizi təyin etmək üçün çalışırıq. Hər şey ki, bu mücadilə və bu mücadiləyə dəstək, yardımcı, filan kömək, gücləndirmə filan eləyir. O bizim milli maraqlarımızın çərçivəsindadır. Hər bir hərəkət, iş filan ki, bu hərəkəti yürütməni məsələ yaraldır, çatlaq yaraldır, ixtilaf düzəldir, qarşısını alır, içimizdə savaş almağa çalışır, içimizdə birbirimizin qarşı durmamıza daha filan edir, milli mənafeyimizi təmin edən. Yəni, o qədəri təyin etmə yolunda mane törədənlər, onlar milli mənafeyi təmin etmirlər. Amma bunu da deməliyəm ki, biraz da mürəkkəb mövzuya gəldik. Kinara bir siyasi dərs alaq buradan da, nə olar, zərərli yoxdur, qulaq asınlar, bəlkə bir şeylər. Burada bir siyasi dərs vardı. O da budur. Biz indiki gedirik, indi bu siyasi güclər sonra Azərbaycanda çox yerdə bir-birinə yaxın deyirlər da, yaxın deyirlər.
Mən məsələn bəlkə bugün bəhs gəldi, açacağım bir mövzuları. Bəzi tənqidi mövzulara bəlkə yanaşdım ki, biraz aydınca, yəni biraz dəqiq mövzuya baxmalıyıq. Yəni baxın, Azərbaycanın, yəni demişəm bunu qabaqca, Azərbaycanda yəni bu siyasi hərəkət ki var, bir təcrübəsiz hərəkətdir. Çox təcrübəsiz, özü də çox. Niyə təcrübəsizdir? Çünki keçən 100 ildə siyasi ənənəsi yoxdur. Siyasi partiyası yoxdur, siyasi fəaliyyəti yoxdur, siyasi dərcisi yoxdur, siyasi eyləmi yoxdur. Yoxdur, yəni bu son 30 ildə zaten bu meydana gəlib, o da hələ örgütləşməyib da. Hələ yenə dağınıq formundadır. Yaxşı, onun adı siyasi təcrübəlidir. Məsələn, siyasi təcrübəsi olmayan necə? Mən onlara danışacağım sonra. Özüm siyasi təcrübəsizliklərin elementləri nədir deyə. Onlara danışacağıq. O çox mühümdür. Mesela birisi daha çok hissiyata kapsamak. Bunlar mənim sorularımda var. Duygusal olma mesela. Ha, o varsa ki bunlar biraz danışardıktan sonra. Tamam, yani, o devam edelim. Məqsud budur ki, bütün təcrübəsizlik, hər bir insan ki aktivdir burada, bu mövzuya diqqət yetirməlidir. Təcrübəsizdən iki yönü var. Bir, mən təcrübəsizəm. Bir də mənim yanımda duran ayı aktivist, o birisi aktivist. İkimiz də təcrübəsiz da. Bu ikimizin aramızda mücadilədə aksaklıkların ne kadarsı məndə ve ne kadarsı səndə mübahisələr. Eğer bunu dikkatinize al, onda biraz kıssa gəlir ve yani arkadaşlık birbirine değmez. Bu da bizim buradan dersimiz olsun. Çok güzel, teşekkürler. Sizin təşkilat milli mənafeyi hangi siyasətləri ilə və necə təmin etməni düşünür? Getdirsə sualla belə bizlərcə sualı başa düşmürəm yəni. Sizin təşkilat milli mənafeyi heç tərif eləyibdir. Onu hangi siyasətlərlə icra eləsin, yerinə gətirsin? Ha. Çox genel bir sualdır. Çox genel bir sualdır. Yəni biraz xırdalasaydı sualı, yəni hansı sahədə deyirsiniz? Biz bu siyaset sahədir. Bizim bir baxın. Yox, hər bir siyasi təşkil. Sizin bir tərif verdiniz milli mənafedən sizin parti. Demirik ki, mənim tərifim nədir, o birisinin. Sizin partinin bir milli mənafedən bir tərifi var. Məsələn, onların başında da deyək ki, milli hakimiyyət qurmaq. Bu sizin ən gördüyümdə türklərin milli hakimiyyətinə siz önəm verirsiniz. Yəni sizin əsli milli mənafeyə bu cür tərif edirsiniz. Buna yetişmək üçün hangi siyasətləri indi işə tutmusunuz? Yaxşı, indi onu danışarım ama bir daha bir islahiyyətin söhbətəzə. Azərbaycanda türklərin iktidarı qurmaq söz konusu deyil. Bizim hizbin Azərbaycanda Azərbaycanlıların iktidarını, yəni tamam. Azərbaycanda yaşayan vətəndaş Türk, qeyri-Türk demişsiniz ona görə. Olsun. Sizin cümlənizdə belə gəldi ki, mənim ağzımdan ki, güya türklər istəyirlər iktidar qursunlar. Yox, Azərbaycan istəyir iktidar qursun. Amma bu iktidarın motoru Türk Milli Hərəkatı. Tamam. Bu çok mühimdir. Yapsın. Ondan sonra cidden bırak. Bakın bizim bu yani mənafe milli təmin üçün hansı siyasətləri qurmalıyıq. Ben dünən izah ettim. Bir tane əsas bir siyaset var. Yani iki daha faktör var. Bir, acaba bir siyaseti geliştirme ve meydana çıkarma ve onu əməli etmede ne lazımdır siyasetten? Güc, siyasi güc. Siyasi güc nedir? Xalqların, insanların o hizbə tərəf yaxınlaşması və o hizblə birləşməsi. Əlbəttə bir toplumda 5 tane hizb var. Məsələn deyək ki, bir neçə yəni faiz mənim hizbim, bir neçə faiz onun hizbi. Sonra deyəcək ki, burada bu işimizi məqsədə çatmaq üçün tək Azərbaycan Demokrat Partisinin işi deyildir. Yəni Azərbaycan Demokrat Partisinin %30 səsi var deyə. Gələcək başqa B partiye bu hazır bunun 15% var. Birinin 10 var, birinin 35 var belki. Sözdür daha danışılır. Elbette biz zəmin etmirəm bir partinin Azərbaycan Demokrat Partisinin çox rəy gəlsin. Ama hər halda belə düşünək. Ama gələcək deyəcək ki, bu parti, mən o birisi partilərlə birbirinin yanında duran ki, güc əldə edim. Bizim əsli işimiz bugün bizim yani həqiqətən əsarət tariximizin, geçen 100 il əsarət tariximizin asimilasyon, geriyə qalma, yani maarifsizləşmə, siyasi sahədə
və bu təcrübəsizlik ki, adın çəkimdi biraz bundan qabaq, bu bizə deyir ki, milli maarifləşmə təkcə qaynaqdır bizim, yəni siyasətin güclənməsinə. Xalq gərək gəlsin. Ona görə milli maarifləşmə birinci aşamada bizim əsli işimiz olmalı lazımdır. Necə bu xalqı siyasi hərəkətlərə və siyasi təşkilatlara yönətə bilərik və toplumda necə bu zehniyyəti yaya bilərik. Lazım deyil gəlsin təşkilatın üzvü olsunlar. Əsla. Çünki təşkilat üzvü olanlar o aktiv, toplumun o aktiv kəsimlərdir. Amma bu zehniyyət, milli zehniyyət tamam kəsimə yayılmalıdır. Azərbaycanda və Tehranda, Kərəzdə, İran arasında vardı ki, milli maarifləşmə bizim yəni güc əldə etmə imkanımızdır, başqa imkan yoxdur. Onu necə əldə edə bilərik, başqa danışa bilərik. Yaxşı, dedik ki, milli maarifləşmə gedib bir sürə, biraz gedib və getməkdə bu dayanmır, daima tərəf. Biz indi bir aşamada bir hadisə gəldi qabağa. Biz indi Azərbaycan Demokrat Partisi, biri başqa, o birisi B partisi, C parti filan, 5 tane partiya var. Biz baxırıq ki, bir dənə iş görməyə, müəyyən bir iş görməyə, məsələn bir daha güclü iş lazım, güclü bir siyasi oluşum lazımdır. Biz gəlir ən yaxın parti bizə durana, məsələn əvvəldə gəlir federalist partilara. Deyirik ki, bir araya gəlməmiz lazımdır ki, bir güc kimi filan hərəkətdə iştirak etməmiz və güc göstərməmiz, varlığımızı göstərməmiz, Azərbaycanın gücünü, siyasi gücünü, varlığını, tələbini, istəyini ortaya qoymaq. Bərabər belə geçsək olur. Məsələn, diqqət edəsəniz, biz məsələn neçə ay bundan qabaq bir seminar geçdi Almanda. Biraz da səs saldı. Bizim bəzi fəallarımız içində müxaliflərimiz də vardı. Bütün normal müxaliflər çox gözəl, amma düşmən kimi yanaşanlar əsla gözəl deyildi. Biz də məcbur olduq bəzi reaksiyalar verək. Hər halda, məsələn, onların birləşəcəksin. Görürük, yox, ulusal problem var. Rejim aşaması yıxılıbdır. Rejim köçmədədir. Orada tamam siyasi güclər, istiqlal, federal, burada yolcu deyil. Burada Azərbaycanın ali mənafi, yəni güvənliyə almam söz konusudur. Hamımız bir araya gəlməliyik və o güvənliyi təmin etməliyik, organize etməliyik ki, Azərbaycanı İran rejimi köçəndə bizim siyasi güclərimizin kontrolünün altına geçsin. Ümid edirəm ki, o günü biz görə biləyik. Görməsək də bizdən sonra nəsil, yəni rejim köçəndə o görülsün. Çünki mənim yaşım biraz çoxdur, biraz şəkim var. Əlbəttə, maşallah, maşallah. Gözəl, yəni çox cavan, yaraşıqlı görürsünüz. Çox sağ olun, sağ olun. Çox lütfüzlər. Ərz olsun ki, o işin, o siyasətdir. Yəni, siyasət, mən sizə deyim, Hidayət bəy, çox mürəkkəb bir şeydir, yəni. Çox mürəkkəb, çox aşağı yuxarı, çox dinamik bir dənə işdir. Məsələ, indi biz, biraz izah edin, zərəri yoxdur. Biz, məsələ, bir daha seminar keçirdik. Bu seminarda mərkəz demokratlardan dəvət etdik. Mərkəz demokratlardan Cənab Ayşə Riyətüdarını, Cənab Ay Müridini, sonra xanım Şirin İbadını, sonra İran Sol Partisindən də bir nəfər dəvət etmişdik. Əlbəttə Təbrizlidir, amma Sol Partisinin üzüdür. Ondan sonra qalan danışanların hamısı milli insanlardır. Yəni Azərbaycanın aktivistləridir. Amma həcmə və hücum ki bizə gəldi, məsələn, ifratlarımızın tərəfindən inanılmazdır. Onlar ki, intiqad edirlər ki, niyə dili Türkçə deyil falan, normal, tamam, yəni niyə deyil Türkçə, bizim də izahımız olar, niyə deyil, niyə filan, tamam, seminarlarımız hamısı Türk dilində olmayacaq ki, bir gün İngiliz dilində olar, bir gün Alman dilində olar, bir gün İsveç dilində olar, bir gün Türk dilində olar, bir gün Fars dilində olar. Təbii ki, biz bunların hamısı Türk dilini qorumaqdan ötü görürük da. Sən dedi ki, mənim yaxamdan yapışırsa, siz Türk dilini qorumsunuz, Türk dilinin əleyhinə çalışsa, bu gülünc bir şey olar. Bu gülünc bir şeydir. İki daha siyasi Azərbaycan partiyası bir seminar düzəldib, İttiham budur ki, siz Türk diline ev altına koymak istiyorsunuz. Böyle bir şey olur mu? Böyle bir gülüncü bir sorun, gülüncü bir intikad olur mu? Bizim tamamen dinle yanlığımız koydu. Çünkü Türk dilinin üstün mövqeyini ve onun hukuk sahibi olmasını koruyor. Şimdi bir ittiham olur ki filan. Bir seminer koydu. Halbuki bir daha bir harekatın məqsədə çatmasına 10 binler, 20 binler, belki 100 bin seminer, oturum, nişast, nedir bu şey olacak, konferans olacak ve 100 bin. İndi Filistin hərəkatının geçən yüzyılda nə qədər seminar olub. O sayısı bəlli olmaz. İrləndin məsələ mücadiləsinin seminarına qədər bizimkilər, yəni bu həman o təcrübəsizlik söz konusu. Bir daha seminar gəlib, bunların biri bu ifratların biri də oturmuşdu televizyonda. Deyirdi ki, bizi, deyirdik, bunlar satırdılar Azərbaycana, biz qoymadıq bu tənqidimizdə. Biz gedilmişik satağa, o televizyonda bir şey deyib biz satmamışıq. Görürsünüz? Yəni, gülünç şeylər. Əlbəttə, insan yüngül hərəkətlə özün daha çox xərablar, daha çox ifşa edir başqasına.
Məqsud budur ki, biraz ağır davranmalıyıq da. Yəni biz mesela bir qüvvə ki 30-40 il burada sabiqəsi var, bu işin içində tarixi var filan var. Buna o cür ittihamlar, yəni yüngül ittihamlar filan nə demək? Yəni bu hər halda bir iş gördük. Yaxşı biz getdik bax işte o şey siyasetin biraz o incəliklərini istəyirəm. Biz mərkəz demokratlardan getdik. Niçin? Əvvəla biz Ayşə Ələkbərəni tanıyırıq, yaxından əlaqəmiz var və Ayı Müridini yaxından əlaqəmiz var. Bilirik ki, Azərbaycan sevərdilər və bilirik ki, federalistdirlər və bilirik ki, onların məvazi bu sahədə bir çox yaxındır bizə və əgər Azərbaycan hərəkatı güclənirsə, mən bunu sizə deyim, burada bir daha şey faktor zeynimə gəldi. Bizim hərəkatımız güclənirsə, hətta bir zərrə Azərbaycana hiss olan insanlar atacaq yanına. Mərkəzdə mərkəzdə. O Firqənin bir dənə şeyi var, Firqənin bir dənə üzvü vardı, xanım, yadımdan çıxdı adı. Mərhum oldular bir neçə il bundan qabaq. Mən bir Tudeyi xanım kitabı da vardı. Firqənin əfsəri idi da. O Firqənin əfsəri, onun bir kitabı vardı. O kitabında çox gözəl bir şeyler gördüm. O zamanki Firqə hakimiyyəti o 2 dəfə Tehrana getmiş Təbrizdən. Deyirdi ki, o Tehranda yaşayardılar ha. Getmiş Tehrana görsən görsün də ailəsini falan görsün. Deyirdi orada mən gedəndə Tehrana o Firqə hakim olan zaman, hani Azərbaycan Milli Hökumət, deyir Tehranda bizdən fərqli davranırdılar. İhtiram, saygı, hüzmülə bücür. Yəni acayip bir durumudur. Ona görə Azərbaycan gücləndikcə Tehranda pozisyon qazanacaq. Çox böyük pozisyon. Hem onlar ki bugün başlarına burada səslər çıxmasın, onların mütləq meydana gələcəklər. Yəni, belə bir imkan vardır. Mənzur budur ki, biz bu cür gücləndikcə bu şəxsiyyətlərin hamısı indi o xanım ki taza ödül aldı, o xanım Zəncanlı xanım. Dünən dedim, xanım Məhəmmədi. Xanım Məhəmmədi, bəli. Xanım Məhəmmədi özündə bir daha faktörü ki, bizim ondan yaxın əlaqəmiz olmalı lazım. Nərgiz xanım Məhəmmədi. Nərgiz xanım, bəli. Nərgiz xanımla yaxın əlaqəmiz olmalıdır. Norvejin şeyində, Norvejdə ki, ona şey tutdular, törən mərasimi filanı, o böyük təzahürat filan vardı. Yalnız bir afişə fürsət verdilər ki, orada çıxsın. Və o da bizim Türk Qadın Mərkəzinin afişiydi. Böyük bir afiş, ki Nərgiz xanımın əksi ilə küçələrə su səpmişik, sən gələndə toz olmasın unvanı ilə. Amnestinin tamamı nəşriyyatında filanında fəqət bir əksi var, afiş o da odur. İndi biz ona bugün reaksiya verək, biz düzdür orada hələ dəqiq bilmirik məvazi fikrizin, amma bizim güclənməmiz imkansızdır onu bizdən uzaq. Bizim güclənməmizlə onlarımıza yaxınlaşır. Yani güc özü bir çəkici bir şeydir. Biz indi zəifik, bizə özən az göstərirlər. Biz üçün özən az göstərirlər, biz de bir daha da təpik vıraq ataq geçsin uzağa. Bu düz işdə, bu düz siyasətdə ehtiyatlı olmalıyıq, diqqətli olmalıyıq və biz indi bu vasitə ilə, məsələn bu seminar vasitəsilə Ayşə Ələkbərani vəsiləsilə mərkəz, məsələn demokrat, liberallara səs yetirsin. Ayşə Ələkbərani olan adamlar da orada bu harda şirkət edibdir. Ay Müridinin dövrəsində olanlar harda şirkət edib Azərbaycan adına və ya Şirin İbadı çox istəyinlə üstünü iştirak eləsin. Siz mənə çağırmışsınız. Çağırsınız, mən gələm iştirak edərəm. Çünki bizim bir əlaqəmiz var. Bir daha bir yerdə bir seminarda 3 gün bərabər olmuşuq və tanışlıq filan olubdu. Yəni son zamanda da bir dənə kitab çap eləmişdi. Yəni göndərmişdi bizim təşkilata göndərib ki, bunu yayın. O kitab türkçədir, yəni hüquq türkçə. Və cümləyi ki deyib budur ki, bunu yayın fikirləməsin də İranda fərq bir dənə dil vardı. Yəni türk dilində kitab yayın hüquqda. Bu bir işdir da yəni. Hamı ki sənin mənim tayım olmayacaqdır. Hər kəs bir balaca addım götürürsə, onu dəstəkləməliyik. Hər kəs hətta deyək bir hissi varsa, müsbət hissi varsa. Ətbə lazımdır, mənim kimi gələ... Təşəkkür edirəm. Bunu biraz uzatdıq. Məncə yetərli oldu, Kamilə Nadir. Bunu da deməliyəm ki, mən şəxsən özüm müsbət görürdüm və ifadə elədim. Hətta Oğuz bəy İstiqlal Partisinin həftəlik bərnaməsində Güney Azərbaycanın baxışda mən şəxsən bundan difa elədim və himayət elədim.
Məncə böyük iş idi. Məncə böyük iş idi. Sağ olun. Güzel. Çox da gözəl iş gördünüz. Çok Bizim güzel. səsimiz düşmən deyək, siz cənabınız bundan müxalifsiniz, amma mən deyim, Ha. düşməni içərdən bölmək daha önəmlidir. Düşməni bölmək, bizdən onların düşmənliyini azaltmaq, onları içlərdən zəif salmaq özü bir stratejidir. Çox da böyük strateji. Savaşdan mühümdür. Savaşdan mühümdür. Ben size bir şey tavsiye ettim. Geçen de dedim. Bu düşman kelimesini istifade edilmiyor. Az istifade ediyor. Bakın bence düşman sözü diyende düşman zayıflamaz. Ama dost çağıranda yani bizim dostumuz arttıkça düşman zayıflıyor. Mən də Bak bizim dostumuz. düşünürəm ki, insanlarımıza desək ki, düşmənin var, hazır olar. Bilər ki, mən bir xətərin qabağındayam, hazırləşər. Amma deməsək, firqə kimin olar? Düşmən gələndə çıxır gedir. Düşmən də bizim Yok, biraz karşılığı. Yani insan ben de bunu diyeyim. Düşman dediğince o gülmese düşman demene ayrılmaz ama desen ki bak bu haksızlık senin için oluptur insan kimi. Bu haksızlıklar olur. O onu başa düşebilir. Ama düşman çok büyük bir sözdü. Çok tamam, büyük bir sözdü. onları danışacağız. Onların hamısı danışacağız. Milli Siz özməyə çəkmişsiniz söhbətə sonra deyirsiniz ki. Tamam, nə deyirəm ki, milli çıxarlar gözəlliyi buradadır. Canlı yayının burası gözəldir. Mən burasını çox sevirəm. Milli çıxarlar yolunda savaşa girər misiniz? Milli çıxarlar. Sizin parti milli mənafe tərif edibdir. Əgər lazım olsa, məsələn, deyək ki, sabah bir ittifaq düşür, lazım gəldi, siz bu milli mənafedən, xüsusən hakimiyyət qurmaqdan, türklərə İranda hakimiyyət qurub, haqları yerinə gətirməkdə lazım olur, savaşa girərsiniz. Savaşa girər misiniz? Əziz Hidayət bəy, siyasetin dayanacaq nöqtəsi gücdür da. Və gücün əsas faktoru, yəni silah. Məsələn, indi bir daha dövlət deyək ki... Mən cavabımı aldım. Yaptı. İndi bir dövlət deyək ki, əlbəttə də gətiririz bu sözlərdə məcbur olsun, bura prensip sözlərdir, olmaz yəni şeylər. Baxın, gəlsiniz bir dövlətə deyirsiniz, dövlətin gücü vardır, yaxud bu gücü nədir? Dövlətə deyirsən, nə gücün var deyəcək, ordum var. Birinci cümlədə. Ordum var. İndi, gəlin biraz Azərbaycan məsələsindən toxunaq, çox mühüm məsələdir, yəni bu mövzu dediniz. Baxın, deyək, bugün Azərbaycan, yəni İran rejimi köçür, bugün köçür. Yaxşı. İranda qeyri-fars millətlər, o cümlədən Türk xalqı, Azərbaycan deyək, Azərbaycanın özünə bir yerel iqtidar qurmaqdan ötürü Azərbaycanın siyasi cəhətdən kontrol altına alsında. Yəni, indi dedik ki, yəni Kürdlər necə öz bölgələrin, Ərəblər öz bölgələri, Bəluçlar, yəni Farslar öz bölgələrində biz öz bölgəmizi kontrol altına keçirdik. Dedik ki, biz Azərbaycanın əmniyyətini dedik, nə dedik? Milli mənafeyi qorumaqda əmniyyət əsas sözdür. Yəni, əmniyyəti qorumaqda mükəlləfdir biz. Çox üzr istəyirəm, bu eynəyi vurmalıyam. Mənim migren tuturam, biraz çox işıq olanda. Mən bunu vuran bir azaldım. Çox üzr istəyirəm. Xoş tip olursunuz da, daha xoş tip olursunuz yəni. Buyurun. Xülasə, ərz olsun ki, dedik ki, milli mənafedə güvənliyi təmin etmək birinci faktordur da. Yaxşı, indi gəldik dedik ki, Azərbaycan rejim köçüb, İran rejimi əmniyyəti gücləri qaçırlar, sıçan yuvasını gəzirlər ki, ölməsinlər filan da təhlükə təhdid edirlər. İndi taza Niru meydana gəlir ki, qorusun da, hər kəs öz məhəlləsini qorusun yavaş-yavaş. Da izah etdim o gün. Yavaş-yavaş bu qorumalar bir-birinə vəsl olur ki, bir qoruma düzəlir. Amma əcəba bu qorunma əl-yalın ola bilirmi məsələn? Məsələn, deyək ki, bir məhəlləni gözürsən, amma bir oğru gəlib ki, məsələn, bura, o neynəcəsən, bir əldə bir silahın ola ki, o bilər ki, o gələnmə yaxına gəzə filan. Yəni, Azərbaycanın qorunması iki yöndən diqqətli. Bunlar biraz təcəssümü şeylərlə deyirəm, yəni mühümdürlər deyirəm. Kamilən qabili dərş və qabili təcəssümdür. Əsli məsələ budur ki, dedik ki, milli mənafedə bir iç əmniyyət də güvənməlidir, yəni polis məsələn. Onlar gəlir, düşədə sənin başında cavanlar dururlar, qoruyurlar filan. İç əmniyyəti, bir də diş əmniyyət, xarici, yəni xaricdən Azərbaycana tərriz olmasın. Onda nəcür olmaq lazımdır? Onda ki, köçdü,
Azərbaycana başqa qüvvələr, əmniyyəti qüvvələr, ordu, birinin əskər-məskəri girməsin, başqa yeri. Neyinə məsələn, sınırı bağlamalısan da. Deyəcəksən ki, məsələn, mən əlbəttə danışıqlarımı demişəm, biz Zəncana girən yerdə. Bəzi dostlarımız deyib Qəzvinə girən yerdə. Yaxşı, tamam. Ona da qalıb Qəzvinlərə də, Qəzvində sənin gücün ola, siyasi gücün. Deyəsən, tamam, bura Azərbaycana, Azərbaycana bura türklərə aid. Baxın, lazım da Azərbaycana aid olsun. Türklərin bitişik bölgələrinə, mühüm budur. Türklərin bitişik, Azərbaycandan çıxdı neşət Tehrana qədər, Türklərin bitişik bölgədə yaşadığı şəhər və kəndlər bizim vətənimiz sayılır. Ora qorunma altına alınmalıdır. Deyək ki, Qəzvində sənin gücün olsun. Olmaz ki, Qəzvində desinə biz Tehranın üstündə olmaq istəyirik. Sən gedəsən orada savaş çıxar orada. Amma sən Qəzvində düzgün siyasi gücün olursa, ondan olur Qəzvinə girən yerdən bağlanır Kərəcə tərəf. Ya, buradan bu yana silahlı qüvvə girməyəcək bura. Cavab Kamil, bir dənə Qəzvinli tanıyıram mən şeydə, sosial medyada tanırım. Yəni əslən görməmişdim ömrümdə. Bundan ben bir iddia aldım. Onu genişletmeye çalışıram. İndi məsələn onlar bir ildir onun üstünde işləyirəm. O dedi ki, Qəzvində biz özümüzə Azərbaycanlı Azəri demərik. Biz Türk deyərik. Güzel. Qəzvində calibdir. Mənim damadım da Qəzvinlidir. Bir damadım Qəzvinlidir. Yox, calibdir. Bunlar özlərinə Türk deyərlər. Azəri deyir ki, Azəri Təbrizlilərdir. Onlar Azəri. İndi yetişiniz oradan mənim sözümə ki, dəqiqən oturdu. Yəni, topraklar içi Türklərin yaşadığı topraklar, böyük bölgəsi Azərbaycandır. Amma Azərbaycandan çıxırsan Tehrana tərəf, adı Azərbaycan deyil. Amma Türk topraklarıdır. Türklərin yaşadığı topraklardır. Onlar da Azərbaycan dövlətinin altında olmalıdır. Yəni, bax, Türk bölgəsi, yəni Türklərin yaşadığı bitişik bölgə Azərbaycan adına qurulan dövlətin iktidarı altına keçməlidir. Bu həqiqətdə belə olmalı. Əraçı tanırsınız ya yox bilmirəm. Mən tüm Tehranda yaşamışam, Əraçıları oradan tanıram. Türkləri bizim türkümüzdən Salim türküdür. Yəni Təbrizdə danışdığımız türküdən Salim türk, özlərini türk bilirlər, Əraçılar. Yəni hamısı mənim çox dostum var. İndi söz bu idi. İndi bax söz bu idi. Baxın, indi qeydim bir cümlə deyim ki, qeydim bura devam edim. Dedik ki, o milli maarifləşmədə hangi dil, hangi siyasət, hangi ideoloji, hangi ədəbiyyatdan danışa bilsək onları cəlb edib bu hərəkətə qata bilərik. Radikalizmdən nə qədər uzaqlaşırsak indi bu aşamada o qədər səhvimizə çox adam gəlir. Nə dünyanın hər yerində, radikal ədəbiyyat işlətdikcə orada qısıtlanır və cəmaati qaçırdır, dizçidir, qorxudur. Radikalizm özü bir bəhsidir. Sizinlə bunu uzun danışacaq ya da ki özünüz bunu danışıb göndərəcəksiniz. Tamam, onu danışacaq. 20 dənə sualı var. Əgər ictimai eləmsən radikalizm bölünün 20 dənə sualı var. Tamam, o danışacaq. İndi gəldik dedik bu mövzuda. Pəs o bir 3-4 tane cümlə deyim qutarım. Azərbaycan rejim köçəndə bizim, yəni Azərbaycan Demokrat Partisi və başqa partilərin bərabər gücləri Azərbaycanın əmniyyətini təmin etməyə hazırlı olmaqlar lazımdır. O əmniyyət necə təmin olur? Əlyalın təmin olar? Yox. Silahlı gücünə, yəni fədai dəstələrinin qurulması icab edəcəkdir. Buna hazır olmamız lazım. Həm sınırları qorusun, həm də şəhər içində polis əmniyyət rolunu oynasın. Doğrudur. İndi keçirik istiqlal bölümünə. Mən bilirəm cənabınız istiqlalçı deyil. Bir də bir saata bax, ha. Saata baxın lütfen. Saata baxmayın. Ötürün saati. 1 saat 19 dəqiqədə danışırıq. Qalanı o şeydən qabaq idi, proqramdan qabaq idi. Proqram başlayandan neçə dəfə yəni sildik, bağladıq da, onlar hesab olmur. Ərz edeyim, cənabınız federalçısınız, amma istiqlal suallarını soruşacağım. Çünki o birislərdən də federalı soruşuram. İstiqlalı necə düşünürsünüz? Ya necə tərif edirsiniz? Yəni istiqlalı necə tərif edirik? Vallahi istiqlal. Yəni bir ölkənin bağımsızlığını təmin etməklə müəyyən bir siyasi coğrafiyada müəyyən bir hakimiyyəti əldə etməklə yəni ələ gələn
və müəyyən sınıflar içində bir aktiv iktidarın qurulmasının, bağımsız bir formada qurulmasının və öz iç qüvvələrinə dayanaraq bir bağımsız hakimiyyətin qurması bir müstəqil dövlətin, yəni müstəqilliyi mənasını verir, demək olur. Tamam. Tərifiz nədir? İstiqlaldan tərifiz nədir? İstiqlaldan, yəni İstiqlal bir ölkənin istiqlalından danışsın da, yəni demək istəyir. İstiqlal yəni nə məna? İstiqlal, siyasətdə danışırıq. İstiqlal hər yerdə var. Təbii ki, hər arvaddan danışmırıq da. Təbii biz istiqlaldan danışırıq. Yəni istiqlal ümumiyyətlə bir bölgədə, bir ölkənin bağımsız formda idarə olması, siyasi idarə olma sistemini, iç və dış siyasətini özlərinin təyin etməsi və iqtisadiyyatda özlərinin, yəni iqtisadiyyatını təmin etməsi müstəqil formda istiqlaliyyəti izah edir. Yəni bugünkü dünyada bir ölkənin özünü idarə etmə və bugünkü dünyada tanınmış uluslararası hüquqa uyğun bir dövlətin quruluşuna demək olar. Tamam. Bir millət bağımsız formada özünü idarə etmə mənasında gəlir müstəqil olmaq. Başqa dövlətlərdən bağımsız. Çox gözəl. Hangi sahələrdə istiqlalı görürsünüz? Düşünürsünüz ki, bu sahədə istiqlal olar, bu sahədə nisbi olar, bu sahədə mütləq olar, bu sahədə olmaz istiqlal. O düzgün, sualı yaxşı mən başa düşmürəm, amma əsas məsələ budur. Yəni, əvvəla bir müstəqil dövlət quruluşunda bir siyasi müstəqil gücün, bağımsız gücün bir iktidarı əldə etməsi. Əlbəttə orada məsələ fəqət bir kəsim siyasi partiyalardan söhbət getmir. Bir xalqın səsi, yəni müstəqil iktidarı bir siyasi partiya qurmaz. Bəlkə bir xalqın rəyi ilə, yəni səsi ilə, öz qədərin təyin etməsi ilə təyin edər. Yəni ki, hər şeydə bir məclisə rəy verə, o məclis bir dövlət seçər və o vasitə ilə bağımsız formada başqa dövlətlərdən müəyyən siyasi coğrafiyanı fərqli alanlarda idarə edə də adın çəkdir orada hansı sahələrdə idarə etsin. Yəni iç və dış siyasətini bağımsız olaraq təyin etsin. İç və dış siyasətini o dövlət bağımsız formada təyin etsin ki, içərdən siyasət istir aparsın və xarici işləri nə etmək istir olsun. Tamam. Mütləq istiqlala inanırsınız? Mütləq istiqlal adında sosial şeylərdə adında bir şey yoxdur yəni. Onu demək olmaz mütləq. Yəni bir türlü bu dünya bir-birinə bağlı və bir türlü ehtiyaclar iç-içə girmiş bir durumdadır. Ona görə mütləq sözünü insan yaşamındakı bir nisbi yaşamdır. İşlətmək düzgün çıxmaz. Sizin parti federalistdir. Amma federalist partinin Azərbaycan deyək ki, bilmirəm, nə cür bir istiqlal düşünürsünüz Azərbaycana? Siz federalistsiniz, Azərbaycan istiqlalına nə cür düşünürsünüz? Ərz olsun ki... Yəni, əcib gəlir sual, yoxsa... Çox əcibliği vardı. Yəni, siyasi realizminə... Bir dənə misal vurun. Kanadada 12 dənə ustan var. Yəni, 12 dənə dövlət var. 13 dənə dövlət var. Bir federal dövlət, 12 dənə də iyalət deyirlər Amerikada. Biz burada provinsiyal, yəni ustan deyirik. Tərcümə eləyəndə Farsiyə ustan deyirlər. Bir yol var. Dövlət var. Məsələn, bunların mərzləri bəllidir. Ekonomiləri bunun içində bəlli. Hər şey bunun içindədir. Yəni, dövlət bunun içindədir, məclis bunun içindədir, heç də. Yəni, biz federal dövlət tamam, seçər, qutuldu, getdi. Ondan sonra bizim işimiz yoxdur federal dövlətlə. Federal dövlətlə bizə işi yoxdur. Bu dövlətlərdə bir-birləri ilə qanun çərçivəsində alver elərlər. Məsələn, mən özüm maşın sürürdüm. Getdim, Albertadakı bir ayrı dövlətdir. Orada açdım. Açdım, getdim, düşdüm dəriyə. Mərizlədim. Gəldir aparla Bimaristana. Mən də Kanadada
dövlətinin vətəndaşıyam, kartım, behdaşdım var filan bəhman dedi, yox, mən ayrı dövlətəm. O Alberta bir ayrı dövlətdir, Ontario bir ayrı dövlətdir. Mən səndən hər ambulans gəlmişdi, aparmışdı. Mənə gərək $30, Ontarioda $30 gələr. Nəhayətdə gəlsə. Orada mənə $1800. Dedi ki, sən mənim şeyim deyilsən, vətəndaşım deyilsən. Sən oranın vətəndaşısan. Burada gəlirsən, buranın imkanının istifadə eləmək haqqın yoxdur. Sən Kanada bir ayrı demişdim. O federaldır. Amma mən burada özüm bir müstəqil dövlətəm. Mən buradan vətəndaşımın pulunu sənə xərcləyənmərəm. Bəli. Düzdür. Baxın, biz dedik ki, müstəqillik haqqında əgərsə misal vuraq. Deyək ki, əgər bağımsız, yəni istiqlaldır, budur ki, azadca... Bir danasında deyim, tüm bu sizi, mənim düşüncəminə şeylər, o sualı sizə. Quebec qanun əsası üzrə Quebec deyə bilir ki, mən istəyirəm müstəqil olam. Quebec özü də demir, ha. Bir dana parti orada deyir ki, biz istəyirik Quebeci müstəqil eləyək. Adı elə Quebecois'dir, yəni Quebeclilər. Yox, mən Fransaca bilmirəm nədir. Məsələn, bu deyir ki, mənim mərzim müşəxəs, hər şeyim müşəxəs, dövlətim də var, filanım da var. İstəyirəm, özü cəlib şərtiləri var istiqlal üçün. İstiqlal üçün deyir, mən müstəqil oluram. Kanadanın pasportunu alacağam, Kanada mənə maliyyət verməlidir. Məsələn, filan bəhman, özü müstəqil olacağam. Yəni, əcib gəldisi də onun üçün mən soruşum. Çünki mən Kanadanın sistemi ilə yaşıram. Mən indi iki daha məsələni sizə tozih vermək istəyirəm. Buyurun. Bu sahədə. Biraz çox mühüm məsələdir. Buyurun, buyurun. Baxın, Azərbaycan Cumhuriyyəti Sovyet Birliyindən ayrılanda. Baxın, Bəli. Sovyet Birliyindən ayrılanda mən getdim, araşdırdım. Şimdi nə zaman istiqlaliyyət mövzusu meydana gəlir? Sovyet Birliyindən ayrılanda 91, 90, 89. Biliyorum. Getdim bunu yaxından orada iştirak edən adamlar ki, orada meydanda yəni, hərəkət edib varlıqlar filan benim elçilərin yaxınında adammışlar. Bu cür. Özümüzünkilər yox, Bakınkilər. Çünki özümüzünkilərə etimadım yoxdur. Yəni ki, biraz orada indi özlərinə bir pozisyon verirlər. Mən rəis idim, mən muavin idim, mən kim idim filan. Onda da onlar uşaq kimi, yəni 22-23 yaşlar varmış. Mən bilmirəm, elçilər niyə bir 20 yaşında o adamı muavin seçib, muavin. Yəni demək, bir cumhurbaşqanı 20 yaşında oğlanı ki, özdə bir xaric, başqa ölkədən gəlib ki, ölkədən heç də bilmir, onu muavin seçərmi? Yəni, şaşırıram bəzi xəbərləri eşidirəm. Hər halda, mən də bunu araşdırdım. Baxın, 2 aydan az istiqlal, yəni tamamı mücadilət gedir. Bu prostorika filan məman. Hamısı demokratizasyon da Azərbaycanda. Hamısı şuar budur demokrasi, daha gəlişsin, daha həqlərimiz, daha ixtiyaratımız çoxalsın, daha demokratizasyon artsın. Bunun haqqındadır mücadilə. Tələblər hamısı daha çox demokratizasyon da bu prostorika da zaten bundan ötürüdür. 2 aydan, baxın 2 aydan az istiqlala qalmadan istiqlal şuarı meydana gəlir. 2 ay. İndi deyirəm o radikalizma. İndi bizim İranın qurtuluş, yəni bu rejimin köçməsinə filanla, yəni onu ötürü köçməsinə, bizim xalqın maarifləşməsi hansı gücünə nə əldə edəcək? Bölüşümüzü qoymamız, başarımızı danışmamız lazım. Sən gücün köy partiyanın nə qədər gücü var? Oradan hesabımı get, daha nə qədər edə bilirsən gücün var? İndi biz bu aşamada olar 70 il dövlətçilik edib Azərbaycan Sovyet Birliyində. Yəni 1918-də dövlət qurulub və dövlət kimi qalıb filan. Yəni 70-80-də orada dövlətçilik sistemi qalıb. Dövlət daha hər zat bəllidir. Fəqət deyəcək istiqlal. Anayasada qəbul edir onu. Orada, yəni Sovyet Birliyinin anayasasında da 15 cumhur qarışıb, 15 cumhur ayrılacaq. Bir ay yarım qalan o şuar verir. 70 il təcrübəyə dövlət federalı var. Bizim təcrübəyə dövlət federal varımızdır. Bizim sınırlarımız bəllidir. Bizim bayrağımız bəllidir. Bizim rəsmi dilimiz bəllidir. Biz bilirik özümüz öz aramızda sınırlarımız vardır. Bizim bir dostlarımız deyirlər Tehran kərəz də Azərbaycandır. Yazılı Azərbaycan. Qardaş, yaxşı. Biz özümüz sınırlarımızı bilmirik. O bizə deyəcək ki, sınır haradır. Biz özümüz aramızda ixtilaf çıxacaq sınır haqqında. Deyək,
qanuniyyət tapmışıq. Türklər rəsmi bir millətdirlər İran içində. Azərbaycanın dövləti iyalətçisi var, məclisi var Azərbaycan. Yox. Yəni istiqlal şüar vermək nə deməkdir qardaşım? Niyə? İndi bir daha, yəni Azərbaycan təcrübəsi. Ondan sonra ikinci mövzu. Bizə milli maarifləşmə söz konusudur. Güc qazanaq. Güc qazandan sonra gel istiqlal şüarı da ver. Ver. Amma gücün olsun, ver. Gücün olmayan yerdə versən, adamı gülərlər. Bu istiqlal 3 nəfər yox, 5 nəfər yox. Bu düzgün deyil. Məncə ciddi olmaq lazımdır. İndi bir daha da diqqət et, sərv elə. İndi bir daha da ayrı sözüm var. Federalizm. Federalizm, siz görün nə deyirsiniz federalizmdən? Elə bir dövlət kimindir. Biz nə dedik bu, məsələn, milli istiqlal dövlətin məsələsinin haqqında? Dedik ki, qədəri təyin etmədə, yəni milliyyətin müqəddəratını təyin etmədə bir millət özü azadcasına siyasi, iqtisadi, sosial konularını özü, müstəqilcə özü idarə etməsinə söz verir. Bu federal sistemdə indi orada, sizin orada. Yəni federal sistemdə nə gəlir orada? Deyir ki, pul siyasəti, xarici siyasət və ordu. Ondan sonra ərzadı federal dövlət təyin edir. Ərzadı federal dövlət təyin edir. Yaxşı, milli müqəddərat təyin, çox ciddi yazılar var bu sahədə. Milli müqəddəratını təyin etmə fəqət istiqlalla mümkündürmü? Ya yox, federal sistem və ya konfederal sistemdə bunu çox geniş vasitədə təmin edir. Niyə deyirəm geniş vasitədə? Çünki istiqlalın yəni bir də iki şeydir, yəni federalizm. Niyə deyirəm geniş vasitədə? Niyə bu geniş vasitə götürək? Ya yox, istiqlalı götürək. Nəyə götürək onu? Nə deyir bizə? Kim onu deyir götürək? Biz öz idələrimiz, armanlarımız, arzularımız əsasında istiqlal istəyirik ya yox. Baxacaq ki, ordumuzun nə qədər damı var. Baxacaq bura nə qədər eləyə bilər. Sən istəyən gedəsən bina düzəldəsən. Binanın materialı yoxdur səndə. Kərpicin yox, şeyin yox. Görürsən orada bir dənə 3-4 dənə daş atılır. Orada 3-4 dənə təxtə var. Orada amma istəyən bir bina düzəldəsən. Heç dənə material yoxdur. Deyəsən, o bina düzəldəsi. Binanın materialına xar da. Siyasi güc istiraq ona. Zəmin istir, hüquq, qanun, uluslararası hüquq, İran içi hüquq. 100 dənə məsələ həll olar, ondan sonra gedək onu həll edəyəm. O cəhətdən deyirəm ciddi bir şey dəyəri. Yəni, nə ki mən, məsələsi istiqlal nazarına ziddiyyətim var. Mənim bəhsim bu federal istiqlal məsələsində əlverişlilik şərtini diqqət mərkəzinə almalıyıq. Yoxsa utuzarıq. Yəni, çox ciddi qayb edərik. Onu deyəcəm, bəhsə istiqlal gəldiyində, şimdi bilmiyorum, bəhsin vaxtı, deyəcəm ki, necə qayb edə bilərik? Bax, yəni, ona görə mən deyirəm ki, milli müqəddəratı təyin, o şeydə ki, danışırıq, bu, həman istiqlaliyyət mövzusunda, o çox geniş vasitədə federalizmdə təmin olur. Amma bu deyil ki, təyin edir ki, geniş vasitə təmin olur, ona görə bunu alaq. Yox, orada tamam təmin olur, o deyil. Onlar bu faktorla təyin eləmir biz hansı yolu seçək. Hangi imkanımız vardır? Hüquq, iç hüquq, diş hüquq, əfkar ümumi bizim içimizdə, əfkar ümumi olan içində, əfkar ümumi dünyada qəbul edəcəklər bizi dövlətlər. Yəni, dövlət istiqlal verdin ki, dövlətdə sən rəsmi tanıydı, elə deyil. Yəni, sən bir dedin ki, müstəqil, tamam, rejim çöktü, sən də bir elamiyə verdin 5 sətil, 10 sətil, istiqlal. Yoxsa, hamısı dövlət səni rəsmi tanıyacaqsan, dövlət olasan. Sən bir siyasi güc kimi bu yündən ona düşünməməlisən. Deyir ki, bax, ad çəkməyəcəm, puanı mənfi verməyəsən. Deyəcəm, deyir ki, biləlir va, yəni deyirsən, haqqimizdən geçər. Qardaş, bu siyasətdir, haqqın nəzərə kim deyir geçəsən? Bu siyasətdir, nə qədər gücün var, nə qədər imkanın var, onu ala bilərsən. Ondan çoxunu ala bilməsən. Bu söz əsli sözdür. Yəni, bu sözü mən hətta bugün dostlarla, siyasi liderlərin biri ilə də danışırdım. Dedim, dəqiqən dedim, bu söz, elə biz istiqlalçılar da onu deyirlər. Yəni, əslində bu sözdə hamı deyirlər. Yox, elə onlar da deyirlər. Deyirlər ki, istiqlalçılığın qədər. İndi diqqət edin. Mən istiqlalçı dostlarımıza və istiqlal məfkurəsinə, həbətə istiqlalçılara ötür yox. Azərbaycanın siyasi gücünün birləşməsi üçün mən teori vermişəm. Teori. Ki, necə biz bir-birimizin yanına çiyin-çiyinə dayanıb savaşmalıyıq. Əgərsə istiqlalçı dursa mənim qarşımda ki, yox, sən İrancısan, sən vətən satarsan, sən beləliysən filan.
Yəni bu var da, bu var. Gətirib yayacağam, səsləri yayacağım. Bir daha səsləri yayacağım ki, necə bizi xain, nə deyirlər, belə şeylər. Onu yayacağım, görəcəksiniz bir nəvə gülüncüdür. Ondan sonra mən deyirəm ki, yaxşı, biz strateji seçmədə buna baxmalıyıq. Yəni, siyasət bunu deyirəm, mən demirəm, bunu siyasət bunu deyir. Siyasət deyib baxmalısan. İndi bizim İranda 30-35 milyon potansiyelimiz var. O 30-35 milyonun potansiyelini meydana gətirə bilsək, o anayasa, İranın anayasasına istiqlaliyyət haqqını bu bölgələrə almaq imkanı var. Bu imkan var. Çünki siz sayılara baxın da, gedin sayılara baxın. Cəmiyyəti fars olsun əslən. Teorik olarak, buyurun. Teorik olarak vardı, eğer varsa, yani imkan var da teorik olarak. Yani teorik eğerse bizim sayımız diye. Bakın, ben size bir tane söz diyeyim. Orada da, yani bunu isteyeyim. Bu istiklal sözünü, istəyirsən bir daha da intikad edeyim istiklal düşüncesine. Buyurun. Tehlikeli intikad daha bu. Tamam, buyurun. Birinci dəfə bunu deyirəm, indiyəsən deməmişəm. O da Buyurun. Mülahizələr üçün deməmişəm. Amma indi deyirəm sənin programında. Yəni, bizim medyamız olsaydı bunu manşet elərdi. Buyurun. Amma biz bu kadar tanışırıq, kimsə saymır da tanışan var, deyən var, filan var. Bir dəfə Kürt məsələsinin haqqında gəlib bir şey danışmışdım. Önemli məsələ danışmışdım. Xəbər idi. Yəni, medyamız olsaydı manşetlərdə patlayacaqdı. Nə manşeti, nə medyası, nə filan. Bir daha medyamız yoxdur. Yəni, dərcimiz. İndi günlər gördüm ki, bəzi medyalar deyirlər ki, məsələn, filan tarix keçdi, 5 il, 6 il, filan bunlar neçə ildir medya yazdılar. İstədim onun altında yazım ki, bizi sansür eləməklə keçdi o 5 il, 6 il. Bizi sansür eləməklə. Və o bir televizyonlar bizi, məndə bir tədad insanları ki, mən bilirəm o bir tədad insanlar verici və çox böyük bir adam insanlarla çox televizyonda olub danışırdılar. Onların sansörü ilə o televizyonlar keçən 15-20 il. Yəni, ən utancı verici bir işi görüldü. Yəni, kim apardılar, danışdılar? Adam iyi danışdılar, televizyonda otdu dedi ki, din ad verməyəcəm, puanı mənfi verəsən. Gəldi otdu dedi ki, pastarlar bizi qoruyurlar Kürtlərdən. Yəni, pastarın tərəfdarı iki tərəf. Tərəf İran rejiminin tərəfdarı. Təəssüfənə o tür şeylərdə oldu. Onlar o televizyonda mən də intikad etdim bir dəfə ki, bu adamı niyə gətirirsiniz? Dostumuz da o Azərbaycan faalıdır. Dəfələr televizyonda bizim amma biz sansurduq orada. Hər halda. Keçər söhbətimizə. Tamam, doğru. İndi gəldik o manşetə. Manşet. İndi deyirəm ki, əgər medyamız olsaydı manşet olardı. Bizimki durumumuz zəif, yəni güclü bir şeydə dəyirik. Güclü bir niru dəyirik. Çox şeylər var. Medyamız var, dərgimiz var, mübahisat fikri dərgimiz var. Yəni, heç zət yoxdur. Örgüt, təşkilat filan. Yəni, vəziyyət, yəni, bunu çox istəməm bu danışıq. Yaxşı, Kürt məsələmiz var ki, Azərbaycan qərbi iddiası var. Və orada olan siyasi güclər federalizm şüarları var və federalizm istəyirlər. Çünki onların o qədər təcrübəsi var ki, bilirlər ki, İranda yasal zəmin, yəni qanun əsası haqlar keçməyincə heç vaxt haqq qazanılmazlar. Onlar bilirsən də, onlar beynəlmiləli təşkilatların üzvləridirlər. Bax, burada dedim, Avropada sosial-demokratlar, sosialist birliyin gözü də çox mühüm. Yəni, Avropa dövlətlərini quran partilarla bir yerdə otururlar. Onların, yəni, təcrübəsi, bir də bunların müzakirələrin uzun zamanı var, təcrübələr çoxdur. Ta bir yasal zəmin quram, yəni Kürt məsələsi, xalqlar anayasaya girməyib, anayasada haqq qazanmayıbdır, qeyri-mümkündür. Ona görə onlar federalizmi, elə İran rejimi açsa da bugün federalizmə oturur. Hətta o rəhbəri otur, Rıza Pəhləvinin yanında da, rəhbərlərinin biri, otur Rıza Pəhləvi. Niyə otur orada? Ona mühüm deyil. Çünki deyir ki, bax, mən burada oturmuşam, hər kəs bilir, mən Kürt kimdir, Kürtlər ötürü oturmuşam. Yəni, Rıza Pəhləvi oturur, kimdir ki, bu kimdir, o kimdir, ona mühüm deyil. O istəyirsin, Kürtlər vardı, burada və burada da var. Rıza Pəhləvi dədəsi. Manşeti gözləyirəm, mən manşet gəlsin. Yox, gəlirəm manşetdə, sən dayan. Kürt hərəkatı indi yerinə salıb ki, Azərbaycan qərbi olağançıdır. Ad da qoyublar üstünə də. Yaxşı, istiqlal şüarını verənlər, istiqlalçı cərəyan, İran rejimi
rejiminin də gələcək İran rejiminin, gələcək qüvvələrində qarşısında duracaqlar ki, biz istiqlal istəyirik. Özdə bir qısıtlı bir gücü də Azərbaycandan o gücdə də himayət, yəni hərəkət gücü də himayət olsun ondan. Əməldə nə olacaq nəticəsi? Əgər bu hərəkət güclü olsa, istiqlal biraz da güclü olsa, nəinki istiqlal ola bilər güclü olmaqla, da kütlərdən güclü olmayacaq ki, iqlim Kürdistanda 90% rəy verdilər. Ondan güclü olmayacaq ki, onda bilirsən nə olacaq? Mərkəz güclərlə Kürd gücləri silahı Azərbaycana yürüyəcəklər. Və Azərbaycanı bölmək istədiyi kütlərin olacaq. Əgər istiqlal şüarımız gedirsə. Və yəni Azərbaycana çox böyük bir itirim olacaqdır. Amma federal şüarı ilə meydana çıxırsaq, federal şüarı ilə meydana çıxırsaq, o Kürd gücü, həman Kürd gücü istər-istəməz bilir ki, orada biz olmayınca o bir şey qazanamayacaq. Biz federal şüarı... Bu fərmanişlərinizdən mən bir nəticə aldım. Bir dəqiqə. Bir dəqiqə. Amma federalizm şüarından meydana çıxırsa, o Kürt gücü mərkəzlə deyil, mərkəz hakimiyyətlə deyil. Bizlə məcbur yeriyəcək, bizlə yeriməyə çalışacaq. Çünki bizlə yeriməsə orada haqq sahibi ola bilməyəcək. Fəqət istiqlal məsələsi İranda, Azərbaycanda biraz ciddi qüvvəyə sönürsə, orada deyəcək, biz indi bu qüvvə ilə savaşırsaq Kürdlər, bu qüvvə ilə mərkəz dövlətin yanında olsaq, bəlkə bir şey qazanabilir. Və eyni halda torpaqlar qazanar. Ona görə bu çox açılardan bərrəslik eləmişəm da bu mövzunu, danışmışam filan. Amma bu açıdan heç vaxt deməmişdim. Bu açıdan da əhəmiyyətlidir ki, Kürdlərə, yəni Azərbaycanın torpaq itirmanı böyük bir zəmin yaradır. O da deməm lazım. Arz edeyim ki, Kürdlərin bu misallar da ki, burada oturmuşdu Rıza Pəhləvinin yanında, ya mücahidlərindən, filanla, Bəhmanla bunlar otururlar, dururlar. Doğrudur. Amma bunu görürsə, bunlar opportunistlər. Hər fürsətdə dəyişəcəklər. Bunlar istiqlalçıdırlar. Amma feylən bu adlarda gedirlər ki, siyasi nirularla yaxınlaşsınlar, bir iş olsun. Amma bunun Ona adı opportunizm deyil. Ona adı təbliği siyasıdır. Siz fikriniz opportunistdir. Tamam. Nədə opportunist? Niyə opportunist? Niyə opportunist? İndi bunu mən belə Kürdistana güc qazandırmaq istəyir. Kürdistanı məruf eləmək istəyir. Kürdistanı tanıtmaq istəyir. Arz edirəm. Sabahı bizim bizim bir dənə tarixi təcrübəmiz var. 12 Şəhribərdə ki, o Milli Hökumət Bəyaniyyəsinin yaydı, bizim ordumuz yox idi. Ondan bir ay sonra bizim ordumuz var. Yəni fədailər var. Bizim belə bir təcrübəmiz var. Və bundan sonra o zaman milli düşüncə deyə bir şey yoxdur bizim içimizdə. Baxın, bunu mən qabaqcanda demişəm bir yerdə. Allah rəhmət eləsin Pişəvəriyə, böyük bir adam idi. Amma milli düşüncəsi yox idi. Axir gündə Azərbaycan düşüncəsi var idi. Bir ay, o da getdi məclisə, məclis rədd elədi. Əks eləməli idi, reaksiya. Yəni bir düşüncə olaraq yox idi. Düşüncə olaraq getməmişdi məclisə, getmirdi məclisə ki, mən gedirəm milli dövlət quram. O gedir məclisə, İranın bir parçası ola. Bəlkə də təsdiq eləsəydilər, o birislərdən də pis ola bilərdi. Amma o zaman ki, məclisdə bunun səlahiyyəti rədd oldu, ondan sonra bu qeydli reaksiya olaraq, əksül əməl olaraq gəldi. Bu milli hökuməti qurmağa çalışdı. Və sağ olsun, Allah rəhmət eləsin, sağ olsun ki, yox. Allah rəhmət eləsin, böyük bir iş gördü. Elə o reaksiya ilə və bizə bir tarix qazandırdı, bizə bir təcrübə qazandırdı, bizə bir teori, backgroundımıza bir teori qazandırdı. Bunlar yəni biz yaşadığımız bir dövrələr indi ki, mən cənabsını danışıram, Güney Azərbaycanda və İranda türkçülük nə məşrutə dövrü kimidir, nə də Şeyx Məhəmməd Xiyabani dövrü kimidir, nə Pişəvəri dövrü kimidir, nə Şəqiq Midarı dövrü kimidir. Mən bir şey artıra bilərəm bura. Bir şey artıra bilərəm sizin sözdə. Baxın, bəli, Pişəvəri və firqənin rəhbərliyində mən onu gələn yaxın, bəlkə yaxınca uzaq danışacağım buna. Firqənin milli məsələsində baxış açısı, adamlar, insanlar filan. Orası biraz düzdür ki, Pişəvəri özü bir, bu düşüncə ki, biz türkçülük əsasında milli düşünmək yoxdur. O düzdür. Amma onun sədməsi zərəli, firqə emalı hakimiyyət elədi. Yəni, orada problem düzəltmədi. Yəni,
firqənin Bəli, bəli. emalı hakimiyyətində, iqtidar düzəltmədə problem, yəni bu milli olması problem düzəltmədi. Milli olmaması Federalçılıq və İrançılıq bahisi oldu ki, istiqlal elan edə bilmədi, federalda da ala bilmədi. Yəni o milli nə idi? Qanun əsası məşruta anayasa iyalətini də icra eləyə bilmədi. Çünki İrançılıq var idi. onu biraz o cür baxsaq, yəni biraz istiqlal elan eləmədi. Biraz zaliməm da. Mən biraz sitem edirəm, bilirsiniz. Mən biraz zaliməm. Onda o sağlıklı deyildi. Orada Rusiya, yəni şey vardı, Rusiya ilə qarşısında taza qurulmuş dövlətidir. Çox böyük bir itki, yəni İkinci Dünya Savaşında çox böyük bir itki ilə çıxmışdı Rusiya. Qabağında Amerika və İngilistən vardı. Yəni o rahatlıqda gəlsin, onun istiqlalını qəbul eləsin. Kim onun istiqlalını qəbul edəcəkdi bu? Yəni Fişəvəri istiqlal eləməsəydi. Eləsəydi fərqli olardı. Yəni bilirsiniz, bu ki bir dənə millət əkinçi durur, gəlir, deyir, mən silah götürürəm. Bu vətən üçün savaşam. Baxın. Yox, siz İbrahim bəy, siz bilirəm, siz biraz cəngi adamsınız kollar. Təfəkküratınız da elə biraz nizami cəngidir, yəni əskər kimi düşünürsünüz, amma siyasetin biraz alanı biraz fərqlidir. Baxın, mən istəyirəm o deyim, milli olması firqənin, milli girayişin firqədə güclü olmaması hakimiyyətin qurulmasında problem düzəltmədi. O hizbin, yəni firqənin həyatının davamına sədmə vurdu. Getdi-girdi Hizb-i Tudənin içinə də, milli olsaydı Hizb-i Tudənin və firqə Hizb-i Demokrat Kürdistan da o zaman düzəldi. Amma olan milliydiler, getmədilər Hizb-i Tudənin içinə. Hətta Hizb-i Tudədə olan adamlar, kütlər, çıxdılar, getdilər Hizb-i Demokratın içinə. Bizimkilər amma... Bizim komünistlərimiz belə kütçü komünist oldular, daha kütçü komünisti. Yox, bəli, onu bilmirəm, amma bizimkilər, bizim Hizb-i firqə milli olmağına görə getdi-girdi. Bir də mərkəzi partiyanın içinə və həll oldu orada. Orada sədmə vurdu. Əgər milli düşüncə olsaydı və firqə həyatına devam etsəydi, biz bugün çox güclü bir pozisyondaydıq. Çox güclü bir pozisyonda. O sədmə oradaydı. O sədmə hakimiyyətdə dəydi. Can Şamili, istəyirəm eləyəm ki, bizim bir təcrübəmiz var tarixdə. Bu tarixi təcrübəni bugünkü gəlişmələrlə gərək qatışdıraq, bir nəticə alaq. Əlbəttə, yenə giririk bəhsə, mən istəmirəm cənabsına bəhsə. Olsun, bəhsə girməyə zərəri yoxdur biraz, çünki lazımdır. Bu iş biraz bəhsinə lazımdır. Məsələ deyirsiniz ki, elamı istiqlal eləyədi, kim o istiqlalı qəbul eləyəcəkdi? Firqənin, milli hökumətin istiqlalını kim qəbul eləyəcəkdi? Baxın, o məqtəyi tarixidə bir çox yerlər elam istiqlal elədi. Zəngi Cəhanidə də, Zəngi Cəhanidən sonra 45 lira, üzrəm, çox məmləkət müstəqil oldu, çox. Yəni, biz deyildik. Yox, bilirəm. Bilirəm, yəni, baxın, siz bilirsiniz ki, o Azərbaycan, Sovyet, yəni, Sovyet oradaydı ki, Azərbaycan milli hökumət düzəltdi də. Yəni, Azərbaycan Sovyetin işğalındaydı, işğalında. Elə mən də onun müşkülü orada bilirəm, ya belə əsli müşkülü orada bilirəm. Ya, o olmasaydı ki, heç olmayacaqdı əslən. O dövlət də qurulmayacaqdı. Sovyet olmasaydı orada... Baxın, cavab Şamili, qoyun biləsi deyim. Əgər bugünkü istiqlalçılar ki var ha, hətta bugünkü federalçılar ki var ha, cənabuz və o birisi federalçılar ki çox hörmət qoyuram belələrlə və istiqlalçılar daha belə. Əgər o günkü şərait bugün ola, yəni bugün İran işğalda ola, ya İran dağıla. Baxın, bu nirular fori həman o kəddilər, o şəhərlilər, o cavanlar ki narazidilər, onları elə o şəhərdə olan padiqanlarla müsəlləh elərlər. Bu günləri ordu qururlar. Məsələn, neçə günün içində qururlar. Və bu elam istiqlal eləsin, əsən tanımasın, 50 il tanımasın. Mən elam istiqlal eləyim, heç kəsə məni tanımasın. Yəni, gedər qabağa, yəni gedər qabağa. Və ondan sonra, elə o zaman elam istiqlal eləsəydi, heç olmasa Buluki şərq himayət edərdi. Gebres gözümüzün qarşısındadır ki, Kuzey Gebres Türk Cumhuriyeti gözümüzün 50 ildir oradadır. İndi Türkiyənin... Dövlət tanımır, müstəqillik. Yoxdur orada. Dövlət tanımasın. Yəni sən istəyirsən öz millətini fəlakətdə yaşadırsan. Yox, fəlakətdə də deyil. Yəni, Gebresə mən getməmişəm, o gedənləri görürəm. Mən getmişəm, çox da olmuşam orada. Axı Gebresdən sən girəndə, bazarın içində... Bəli, bazarın içində... Nə cür? Gebresdə fəlakətdir. Baba,
Kibresin evvelen Kibres Türkiye'nin puluna ihtiyacı var. Pulunun muhtacıdır. Türkiye Tamam. gelmese Türkiye yani biz dinde oturacağız ağzı kimbize pul vereceğiz biz müstakil olsaydı. Kimbizi temin edeceğiz. Bununla beraber gidelim. Türkiye temin ediydi. Yok, Ama biz geleceğiz Rus bir mesela istiklal devletine. Yani komünistler olan yerde Türkiye cumhuriyetler durağı. Yani bakın dikkat edin. Terörist olsaydık Azerbaycan kim olardık bu günləri? Ama bu günləri müteəssifane Azerbaycanın o Sovyet dövrüne həsrət qalan bir vəziyyət. Kulak asın lütfen. Lütfen kulak asın. Yani bakın bir şeye dikkat edin. Bakın Buyurun. Stalin karar verdi ki geri çekilsin. Ve bunlar da geri çekilsin. Tamam. Yani Stalin bizim istiklalımızı istemirdi. Yok. Ben bildirəm. Onu demirəm. Əgər yok. O dünya birinci... Ondan sonra... Bunu deyirəm, ben bunu deyirdim. Yani belki getirə bilmədim. Dünya birinci, ikinci savaş başlayanda bunlar zindandan çıxdılar. Zindandan çıxıb gəlib Tehranda Farsi ruznamə çıxartdı 4 il yarım. Təbrizdən işi olmadı heç deyə bilirlər. O 4 il yarımı milli düşüncə olsaydı, 4 il yarımda Azərbaycanda 4 dana türkü məcəllə çıxarsaydı, Azərbaycanda aslında bir ayrı bir oza olardı. Bakın Azerbaycan'dan memur adamlar kaçmadılar. Bakın ben size bir söz diyeyim. Azerbaycan'dan biriye kaçmadı. Azerbaycan'dan falan kesin. Onlar için milli düşünceleri vardı. Kaldılar edam oldular. Əqəlliyyətdə qaldılar. Silahsız qaldılar, edam oldular. Onlar için kaçtılar. Onlar İransı düşünce ile kaçtılar. Sonra da getdilər Tudədə idğam oldular. Siz buyuran düzdür. Çünkü milli ama indini ben danışıram. Bu günləri içəridə milli düşünce var. Yok. Bu günləri içəridə yüzlər nəfər gedir zindana ki, Pişəvəri dövründə yox idi. Pişəvəri dövründə biri də yox idi. Pişəvəri dövründə o imzalayanlar var ha 12 maddəni imzalayıbdı. Onların bir çoxu Framasondur. Bakın onda 2. Dünya Savaşı'nın o aşamasında Birleşmiş Milletler kurulmamıştı hele. Birleşmiş Milletler kurulmamıştı. Yeni reform, uluslararası hukuklar yazılmamıştı, yeni reformlar falan. Orada bir feza, imkan vardı ki cengi kudret arasından bir şey çıksın. Yani Rusiye ile Amerikan arasında. Ama acaba Rusiye bu kadar 2. Dünya Savaşı'nda itkiden sonra Amerika'nın karşısında durmak isterdi. Stalin dedi ki yok, istemiyor. Ama federal sistem qalsaydı İranda o zaman, mənim öz nəzərim budur ki, əgərsə fədailar müqavimət eləsəydilər, ehtimalı vardı ki, o qalaydı, hakimiyyət qalaydı İranda. Ehtimalı vardı. Müqavimət eləsəydi. Yəni savaşla, yəni ehtimal ki, yox. Mənim nəzərimə çox ehtimala görə qala bilərdi. Amma müqavimət göstərmədilər. Firqənin rəhbərliyi o son günlərdə 3 yerə bölündü. 3 yerə. Bir cenah Stalinçiydi, bir yanın o başlığında ki Stalinin sözüne bakıp geri oturmak istediler. Bir cenahı Cavid rəhbərliyində ki dövlət mərkəzi ilə barışaq deyirdiler. Bir cenah da müstəqil mücadiləyə o iki vəzir Dadqüstəri də edam oldu və Pişəvəri. Müstəqil mücadilənin idaməsində. Amma bunlar o son gündə yəni firqə geriyə oturma, fədailərin geriyə oturma fərmanı verəndə Pişəvəri fərmanı vermədi. Və firqənin rəhbərinin dəyişdi, komitə mərkəzi rəy verdi, firqənin rəhbərinin dəyişdi biriyə fərmanı geriyə oturma verdi. Yəni 3 cinaydı firqənin rəhbərində. Bir daha da burada bir gözəl dərs çıxır bizə. Tarixdən dərs çıxır. Yine məsələ də bu dərslikləri çıxartmamızda elə deyil. Sizin də xoşunuz gəlir dərslik çıxsın filan. Mühüm dərs budur oradan çıxdı eşiyə. Firqə bir hizb deyildi. Firqə bir cibhə idi. Ki bir qısa zamanda Azərbaycan şəxsiyyətlərini yığmışlar bir araya. Firqə bir uzun prosesdə siyasəti pratik ictimaiyyəsi yoxdur ki, desin ideolojisi nədir, stratejisi nədir, yapısı, yəni onun içində yəni, canına yanına qatsın, üzvlərin hamısının. Komitə mərkəzinin ən sonunda bu dərəcədə ixtilafları köçütdü firqəni, milli hökuməti köçütdü.
Ona görə hizbiyyət və onun tarixi və devamlılığı bir partiyanın onun istehkamını göstərir. Bizdə o cür partiya feylən də yoxdur hələ. Feylən o cür partiya yox. Partiyanın 50, 60, 100 il tarixi olmaq lazımdır. Ki o desin bu partiya olub, onun ideolojisi, onun stratejisi, onun analizlərin... Tarix bizə göstərir ki, hər zaman eləyə bildik ki, partini quraq və hətta zəfərə yetirək. Yəni, məsələn... O da yetirdi, mən indi danışım, onun dərsini alırıq da. O düz deyil. O şikəstə müncəlir, o firqənin təcrübəsidir. Ki, son andakı düzgün təslim tutacaqlar, müqavimət qərar verirlər. Biri Nicida Şahla barışaq, biri Nicida Stalinin yanına, biri də yox, müqavimət edir. 3 cinaha bölünür və firqə köçür. Milli hükumət köçür. Bu düzdə, yəni, onlar ki, mənə qulaq, dərsdən danışır, dərslikdən danışır. Bax, onlar ki, təsəvvür edirlər ki, bir gecə içində bir partiya düzəldəcək, hər zat gülü bülbül olacaq, xətadadırlar. Bizim ən azı təcrübə siyasivarımızda o da firqədir ki, bir anda köçdü üçün bunlar bir hizbidə idilər. Bir anda gəlib geçmişdilər, fərqli cərəyanlar, düşüncələr və bahis oldu belə olsun. Ona görə biz təşkilat quruluşuna və təşkilatın gəlişməsinə Azərbaycanın bu prosesində, Türklərin təşkilatına düşünməliyik, çaba göstərməliyik və hər kəs təşkilat üzvü olub onları gəlişdirməlidir. Bu qədər. Mən bu qədər düşünürəm ki, əgər milli hökumət dövründə milli düşüncə bugünkü qədərin %1-i qədər olsaydı, insanlar 1-2 ay orada savaşsaydılar mərkəzinə, 1-2 ay, Tehranın ordusunun qabağında 1-2 ay savaşsaydılar, sazmanilər qurulurdu. Qurulmuşdu, yəni namə yazıb orada, pişəbəri. Onda müstəqil dövlət olmayacaq. Elə İran içində federal sistemi qurulacaqdı. Yəni, hətta o cür olsaydı bizim mənfəətimizə olardı. Əlbəttə. O qurulsaydı, ondan sonra başqa millətdə də qurulacaqdı. Biz bu günlər mümkün İranda birinci söz. Amma İrancılıq oradakı o şurada framasonlar və İrancılıq çox üstün olduğu üçün əslində Azərbaycancılığa və Türkçülüğə yer vermirdi. Hansı şura? Yer vermirdi. Hansı şurada? Elə 12 nəfər 12 maddəni imzalayanlar. Cənabınıza burada 3 yerə bölünür. Tamam, bunlardan geçək bu şeydir. Mən cənabınız buyura baxdım, görüm sazmanı hangi il savaş qurtulan günlərdə təşkil tapıbdır. Oktyobrun 24-də təşkil tapıb 1945-də 89 məmləkətdən ikisi deyib yox, qalanı deyib həm dövlət sazmanı millər qurulubdur. Ondan qabaq ondan qabaq 54 məmləkət var idi. Yəni Birinci Dünya Savaşından sonra cami-i milləl düzəlibdir. Vardı cami-i milləl. Ondan sonra İkinci Dünya Savaşından Birləşmiş Millətlərin qurulması məsələ deyil. Orada yeni reformların yazılması falan ki, dünyada önemlidir. Yox, mənim mənzurum nədir? Cənabınız buyurdu ki, rəsmiyyətə tanımazlar, ya tanırdılar. İstəyirəm deyəm ki, savaşda 54 məmləkət var, hududən. Amma bu rəy alanda 89 məmləkət var. Yox, mənim sözlərimə diqqət eləsəydiniz, mən dedim ki, o tarixdə ki, hələ sazmanı milləl qurulmayıb filan, yəni hələ reformlar yazılmayıb, imzalar atılmayıb filan düzgün reformlara, onda ayrılmağa bir imkan vardı, yəni istəyirəm onu deyim. Amma, yəni firqə zamanı, amma yəni mənzur hüquqi cəhətdən imkan vardı ha, diqqət edin, ayrı şeylərdir, hüquqi cəhətdən deyirəm. Amma siyasi güc cəhətindən, Stalin ki yox dedi, ki Amerikada ki əsla bu cür qəbul eləməzdi, tamam, yəni olmayacaqdı, amma hüquqi cəhətdən indi ona imkan yoxdur. Amma o zaman, o anıda, o şəraitdə imkan vardı ona. Amma nə firqənin için, məncə, yəni arzu eləmağımız zaten biz firqənin İran içində təcrübəsini için onu diqqətlə gözdən keçirməliyik və bu gün ondan istifadə etməliyik, onu demək lazım. Doğrudur. Sonunda. Əzizim, bir dəqiqə yalnız, saat 10'da mən, yəni, biraz, bir iştirak, mən, yəni, biraz yorgun hiss edirəm özümü. İstiqlal bölümünü qutaraq yığışdıraq da. Yox, qoy İstiqlal bölümü uzun danışaq, yəni, gözəldir, tərəfdarı çox olar. Əlaqəmənd olurlar, İstiqlal dostlarımız da istərlə qatılsınlar, onlara motivasyon verirəm, özlərindən daha çox güclü difa etsinlər. Əziz Şamili cənabları, bizim indi 2 gün, bu gündən sonra 2 gün vaxtımız var cənabınızla. Belə bəhsin
%10'una cavab verməmişik. Bilirəm da, məncə bir iş, yəni bilirəm, amma bir yerə yüklənirsə, yəni bilirsən, uzandıqca, yəni keyfiyyət izahat da zəiflir, onu bilmək lazımdır. Yəni beynin kapasitiyetini diqqət yetirmemiz lazımdır da biz. Tamam. İnsanlıq bir də Onda biraz da... mən qurtarmağına qurtarıram, amma sizdən bir yenə də şey Allah. Nə mənə suallar qalsa, hamısını gərək sonra səslə göndərəsiniz mənə. Eyni o 13 dəqiqəlik kimi, 1 saatlıq kimi düzəldəsiniz, göndərəsiniz ki, yoksa... Bəlkə də bu gözəldir, yəni bu cür formada. Qaçaq vaxt taparıq ki, bu cür müzakirədə həyatlıdır. Yəni. Niyə qaçaq vaxt? Mən sonra saat məsələn olay qutulandan sonra. Mən yox, ondan qabaq şərəf təkmil olsun. Bu bir dənə projedir, istəyirik bundan bir danışqahı bir iş görək əslində. Ona görə... olsun. Hələ baxa çox nə edirik, tabii yollar taparıq. Tamam. İndi məncə istiqlal mövzusu biraz şeydir, yəni gözəl mövzudur, yəni lazım mövzudur. Çünki bizimkilərdə də vardı bu istiqlal məfkurəsi. Mənim danışıqlarım və istidlallarım, əlbəttə bir dənə başqa istidlallar deyəcəm, indi qoy onu deyim, onu qutarmadan deyim, o yadıma indi düşdü. Mənim istidlallarım bizim istiqlalçılarımızı gücləndirir ki, argüman tapsın da, yəni argümannamın qarşısında argüman tapmaq üçün çalışsınlar. Cavab var, yox, biraz da səmimi olsunlar. Yəni duygusallıq, yəni ideolojik düşünmə, siyasətdə ideolojik düşünmə çox təhlükəlidir. Mən İslamcıyam, İslamın hakimiyyətini ötürü nə olur olsun, gedəcəm filan. Yox, siyasətdə dinamik olmaq lazımdır. Dinamik, nə edə bilərik, düşünmemiz lazımdır. Ona görə, yəni mənim dediyim faktorlara düşünmək, onlar üçün də yaxşı olar, bizim üçün də. Fərq eləməz, hamımız üçün ikimiz də xalqımızın saadətinin ötürü çalışırıq. Amma qoy bir dənə argüman gətirim. Mən istiqlalçılara, istiqlalçı dostlarımıza test imkanı varımızdır. Test eləsinlər ki, fikirlər düzdür ya yanlışdır. Test. İstəyirsiniz o testi deyin? Buyurun. Yəni fikirlər test edə bilərlər ki, bu fikir nə qədər düzdür ya yanlışdır. Əvvəl sual budur. Mən sizin özünüzdən də soruşa bilərəm. Çünki əvvəldə demişdiniz, iznim yoxdur sizdən sual soruşam, amma deyək dostane sual. Yəni eləyə biraz cavab verməyərsiniz. Buyurun. Ki, əcəba bir dövlət iki elamı istiqlal eləyir. Yəni yasal yox da, yasa dişi, yəni qeyri-qanuni. Məsələn, bütün İran rejimi çökür, İran qanunlarında filanda, nə istiqlalda, nə federalizmdə filan heç zat yoxdur. Amma bir qrup gəlir elam Azərbaycanda, deyir, mən istiqlal istəyirəm. Elam edir istiqlalı. Buna deyirik, yasa dişi, yəni qeyri-qanuni, yəni qanuni dəstək yox olmadan elamı istiqlal edir. Bir də var qanuni dəstək olmaq elamı istiqlal. Məsələn, Quebec gedir istiqlal referendumu, qanunudur. Mən onun tərəfdarıyam, onun istiqlalın tərəfdarıyam. Mən. Amma qeyri-qanuni istiqlal istəyənlərə, yəni yasal dəstək olmadığı ki, istiqlal istəyənlərə bir sualım var sizə. Əcəba, belə bir yasa dişi istiqlal elam eləmağın, o ölkənin istiqlal qazanması başqa ölkələri o ölkənin rəsmiyyətə tanımağına bağlıdır da. Yəni, o istiqlal eləyən bölgəni gərək başqa dövlətlər rəsmiyyətə tanıyırlar ki, ola dövlət. Tanımasalar, o dövlət olanmaz. Siz bu sözü başa düşə bilirsiniz mi? Kamilən başlayıram. Tamam, gözəl. Məsələn, buna da çox misallar var da. Biri elə Kipres misalıdır, biri Qarabağ misalıdır. Qarabağ şimdi də məsələsəli oldu filan. Yəni, çox bu cüzü misallar var. İndi o Rusiya gedibdir, məsələn, filan yerdən topraq alıbdır Gürcistandan. Özü oranın istiqlalını qəbul edib, amma dünyanın heç şey qəbul edən burada. Yəni, problem ucuzdur. Hər halda, bu olan bir işdə, yəni istiqlal elam elədin, gərək başqa dövlətlər onu rəsmiyyətə tanıyırlar. Ondan sonra Kosovonun, bir daha da misal verim, Kosovonun dövlətini layihə, yəni məhkəmə, beynəlmiləli, uluslararası məhkəmə istiqlalını qəbul etdi onu. Yaxşı, hətta o istiqlal qəbul olandan sonra da indi çox dövlətlər Kosovon dövlətin rəsmiyyətə tanımırlar. Yəni, problemli bir halətdədir. Ortada duran bir ölkədir Kosovo. Hələ, yaxşı, əgərsə o dövlətlər rəsmiyyətə tanımayınca bu dövlət olmayacaq, indi siz hər istiqlalçı test eləyə bilər ki, əcəba istiqlal elam edə bilər. İki dənə indi burada sizin argümenizin qarşısında iki dənə argümen gətirib. Bir. Mən sözümü deməmişəm ki, elə. Aha, buyurun bəs. Mən dedim, mən deməmişəm. Yox, mən deməmişəm. Bax, mən deyirəm ki, indi siz deyin ki, məsələn, hizb istiqlalsınız. Mənzurum o istiqlal partiyası bir hizbisiz.
Amma istiqlalcıyız biz. Gedin Kanada, vəzir umuru xarici Kanada deyil, amma istəyən vəzirlə görüşün. Ya vəzir də, məsələn, xarici işlər nazirində bir diplomatla görüşmək istəyirəm. Hakkın var da, görüşə bilərsin. Deyəsən ki, nəyə görüşmək istəyən qardaş? Deyəsən ki, mən istəyirəm özümü sizə tanıtdırım. İran siyasi coğrafiyasından gəlirəm, Azərbaycanlıyam, bir Azərbaycan partiya varımdır. Bu hizbimin tərəfdarı istiqlal Azərbaycan cünubidir və İrandan istəyirik ki, Azərbaycanı ayırıq. Ona görə istəyirəm bizi tanıyasınız, biz də sizi tanıyıq. Normal da belə olur. Görün, əgər o diplomat ya o nazir sizinlə danışsa, ha belə desə, danışa bilərim. Onda deyirəm ki, bu istiqlal olan bir işdir. Mən buna cavab verim də. Bir dəqiqə tələsmə. Bir iki dəqiqə tələsmə. Ona görə bilirəm, sən də istiqlalçısan, çalışsan, tez cavab verirsin, amma bunlar, bu biraz təhəmmüllə. Baxın, o deyəcək ki sizə, o diplomat ya o nazir deyəcək sizə, mən əgərsə siz istəyirsiniz, taza bayraq, taza siyasi coğrafiya yaradasınız, biz sizinlə danışa bilməliyik. Danışmayacaqsan. Sən soruşacaqsan, niyə qardaş danışmısan? O deyəcəksən ki, mənim ölkəm uluslararası hüquqda ölkələrin bütövlük ilkəsini qəbul edib, biz istiqlalçı, yəni bir ölkəni bölən qrupla danışmaq, bu qeyri-qanuni işdir bizə. Görsən, məni işimdən edərlər. Sən çönəsən, deyəsən, baba, insan haqlarında haqqımız var, azadıq da, yəni bizi düşünək. Siz yəni azad deyil istiqlalçı olaraq. O çönüb sənə deyəcək ki, əlbəttə sən azadsan ki, istiqlalçı olasan. Amma mən səndən istiqlal üçün müzakirə etməliyəm, çünki qeyri-qanunudur. Tamam. Diqqət edirsin. Bitti mi? Yox. Yəni, heç bir ölkə öz qanunun ayağının altına qoymayacaq ki, aküşün Azərbaycandan ötür. Tamam. Diqqət edirsiniz. Yəni, bu bir testidir, bu rəsmi bir testidir. Görürsə, baxın, hətta bizim dostlarımız, istiqlalçı dostlarımız deyirlər. Bir müzakirə edir, söz danışında bizi sorguya çəkirlər burada dövlətlər. Niyə? Ha, istiqlala qeyri-qanunudur fəaliyyət. Hüquq, yəni, uluslararası hüquq. Bax, indi ərz edeyim, o ki, yasaldan danışırıq. Yasal zəmin və qeyri-yasal, yasal dişki buyurdunuz. O zaman ki, bir məmləkətdə inqilab olur və yıxılır o məmləkət, tamam hökumətlər o sistemi siyasi ki, yıxılıbdır, ondan qəti rabitə edirlər. Rabitə eləmirlər, dondururlar, rabitələr donur. Ta yeni sistem bəlli olsun ki, bu yeni sistem hüquqi cəhətdən nə əslən olacaq, vəziyyət nə cür olacaq, yəni o məmləkət bölünəcək, bölünməyəcək, nə vəzdə olacaq, ona görə dondururlar. Elə ki, yeni sistem, hüquqi sistem bəlli oldu, nümunə üçün 57-də Şahənşahı getdi, İslami gəldi. Tamam şeylər, rabitələr dondu, ta bu rabitə bəlli olsun kimdir. Ondan sonra bunlar bilsinlər kiminlə tərəfdirlər. İndi burada yeni hüquqi sistem mucuda gəlir. Qabaqçı hüquqi sistem yoxdur da. Qabağı siyasi sistem də yoxdur. Yeni hüquqi sistem, yeni hüquqi şey gəlir. Qabaqçı bunun istiqlala nə dəxli var? Bir dəqiqə. Əslən qabaqçı hüquqi sistemə ya siyasi sistemə dayanmır ki, onlar deyərlər qəbul edirik ya eləmirik ya siyasi deyə. Çünki bir siyasi sistem yıxılanda ya bir hüquqi sistem yıxılanda yerinə taza alternativ hüquqi sistem ya siyasi sistem gəlir ortaya. Və dövlətlər gözlürlər ki, bu istabil olsun. Hangisi güclü olsa ya hangiləri güclü olsa onunla girirlər. Taza deyirlər ki, sən qabaqçı rejimdə bu məsuliyyətlər, məsələn, borc vermişdik, borcları qəbul eləməlisən. Əcəba sən hüquqi bəşəri qəbul edirsən, Sazimani Milləlin qabaqçı hüquqda, məsələn, qabaqçı rejim qəbul eləyib eləməyib mühüm deyil. Taza sistem qəbul edir ya yox, hüquqi sistem. Çünki taza hüquqi sistem mümkün deyə, mən rədd edirəm. Mümkün deyə ki, onlar iki də qabaqçı rejim qəbul eləməmişdi, mən onları qəbul edirəm. Onları qabaqçıları da qəbul edirəm, bunları da. Amma düyunat-ı xaricini, düyun deyirəm, yəni pul, onları bu sistem məcburdur qəbul eləsin. Məcburdur, taza sistemlər məcbur. İndi bir siyasi vəziyyət gəldi İranda bu günləri. 57 inqilabı misal vurduqda, bu günləri bir siyasi vəziyyət gəldi, bir durum gəldi, bu rejim yıxıldı. Xarici hökumətlər tamam şeyləri dondururlar, rabitələr donur. Burada müşəxəs olsun ki, hangi sistem ya hangi sistemlər ortaya çıxır. Mümkün 6 dana məmləkət çıxır burada, 6-sı elam istiqlal elgə, o 6 elə ki, istabil ola bilsələr.
İstəyib olsalar o dövlətlər bunlarla şey qururlar. İndi bunlar o duyunu nədir öz aralarında verəcəklər, borçları nədir verəcəklər xariciyə, o bir ayrı sistemdir. Amma burada taza bir hüquqi sistem yazılır. Bu hüquqi sistem nədir? Məsələn misal vururam. Azərbaycan elam istiqlal edir, Ərəbistan elam istiqlal edir, Bəluçistan elam istiqlal edir, Türkmenistan elam istiqlal edir, Farslar da vəsətdə elam qalırlar. Yəni bəlli olmur sistemləri nədir. Ya elam istiqlal gərək eləyərlər, ya da deyərlər biz bunlardan savaşacağıq. Savaşmağa girə bilməzlər. Nə Kürdlər əslən onlara yaxın getməz o mərhələdə. Çünki 100 il onların əlindən çəkibdir. Heç vaxt onların biri olmaz. Heç vaxt. Azərbaycana və Türklərə, Ərəblərə, Bəluçlara ki bir ayrı mərkəzdən qopan bir gücdür, qoruyucu mərkəz və istiqlal istəyən bir gücdür. Bunlara dayanmaq gücü məcburiyyətindədir Kürdistan. Fars da əgər istəyir, ya gərək bunlarla savaşa ki, bunların hamısı ondan savaşmağa istiqlal alırlar. İstiqlal alırlar ki, ondan savaşarlar. Ondan istiqlal almırlar ki, deyirlər ki, tamam, sən nə istəyirsən, ged ora. Deyir ki, sən mənə 100 il zülm eləmsən, mən səni indi torpaqlarımda qəbul eləmirəm. Mənim də torpağım oracandır. Siz buyuran mövzuda, qonuda düzdür. Yəni, hər kəsin gücü olursa, orada istiqlal ala bilər. Gücsüz insan istiqlal ala bilməz. Bu da sizin fərmayınız. Amma bir daha dikkat edeyim, bir şey diyeyim size değil mi? Bir dəqiqə. İndi burada bu şeydə xarici dövlətlər baxılır. Bu İranın içində nə keçir? Biz burada nə mövqe tutmalıyıq? Hər kəs öz milli mənafeyinə görə, milli şeyinə görə, məsələn deyirəm, misal vururam. Ərəblər baxır, deyir ki, biz İrandan çox çəkmişik. İndi İran dağılmaq ərəfəsindədir. Biz istiqlal elam edənlərdən himayət edirik. Türk dünyası baxır, deyir ki, tamam, burada 30 milyon, məsələn, Əliyev cənabları deyir ki, 50 milyon Azərbaycanlı var. Və bunların çoxu Azərbaycandan eşikdədir. Türkiyə də deyir ki, Türk dünyası var, o birisi də bu birisi. Bunlar da baxırlar, deyirlər ki, bizim orada bir dənə Türk şey vardı, bizə bir coğrafi imkandır özü. Girişlərimizə hər cəhətdən siyasi, iqtisadi filan bizə bir böyük bazardır, bir böyük imkandır. Biz yenə duraq bunun yanında. İstəyirəm deyəm ki, yəni o dövlətlər ki, İrandan zədsiz çəkiblər, onlar elə əmələn duracaqlar istiqlalçıların yanında. Çünki İranın bölünməsi, bölgə, Orta Doğu dediyimiz yer, Xavərmiyanə dediyimiz yerdə Subatı ki, İran vurub bir-birinə, onu qeytərir yerinə. Çünki Azərbaycan Subat vurmayacaq bir-birinə, müstəqil Azərbaycan. Müstəqil Əl-Əhvaz Subatı vurmayacaq bir-birinə. Çünki çəkdiğin görübdür. Bu girib ora girməyəcək. Eyni halda demokratik bir hakimiyyət quracaq orada, bu da burada demokratik hakimiyyət. Orada, məsələn, Azərbaycan, mən bir istiqlalçı olaraq, mən yazdığım ana yasa ki, özüm yazmışam, mən bu Güney Azərbaycan haradan iştiqal eləyə bilsək, ala bilsək, oradan Azərbaycan hesablayıram. Mən özüm bilirəm. Ondan sonra deyirəm, bu federal şəkildə idarə olmalıdır. Yəni, içdə federal, eşikdə istiqlal. Böyük istiqlal. Bu mənim şəxsən insafəli hidayət, cızdığı şey. Mən istiqlalçıların tərəfindən üçün heç partinin üzvü deyiləm, istiqlalçı bir partinin üzvü deyiləm, bəlli olan bir şey. Onun üçün oradan danışmıram. Amma mən insafəli hidayət olaraq özümə cızdığım və hangi parti bu hususda mənlə istəyə əməkdaşlıq edərəm. Federalizmlə də əməkdaşlıq edərəm. Çünki mən federal backgrounddan gələcəm, bilirsiniz. Mənim keçəcəyim federalist olubdur. Ömrümün çoxu federalizmi də geçibdir. Amma orada nəticə almışam ki, cavab vermir. Çünki mən içəridə Türk içində federalist olmağımın tərsiri yoxdur ki. O zaman təsiri var ki, Farslar məni rəsmiyyətə tanıyırlar federalist olaraq. O zaman ki, Fars mərkəzi güc məni rəsmiyyətə tanımır, mənlə müzakirəyə girmir, mənlə danışmır, məni əslən bir güc hesablamır, ya əslən adam hesablamır ki, gələ danışaq və sansur edir. Cənabız müdüz radyo, televizyonlar bizi, amma Farslar da bizi şey edirlər, yəni sansur edirlər. Bu tür deyək ki, fəqət Türkçe olsun ya o birisi olsun. Bunun üçün... İcazə versin, Buyurun. Bu dəqiqə. Mənim sözümün xülasəsi budur. 2 cümlədə. O zaman ki, bir dənə rejim yıxılır, yerinə rejim gələr, rejimlər gələr, hüquqi sistem gələr. O yeni hüquqi sistemi eşikdəki dövlətlər ya tanırlar, ya tanırlar. Qabaqçı hüquqi sistemə dayanmaz yeni hüquqi sistem. Yeni siyasi sistem qabaqçı siyasi sistemə dayanmaz. Mən başa düşürəm. Yəni, çalışdığınız şeylərini istiqlalın yolumu sözlərindən açarsınız. Amma ilk çoğu siz deyən olardı. Ama bakın bu söz ki deyirsiniz ki, yani ciddi istidlalların olmaması ki, bizim istiklalçılarımızda çok bu var, çok tekrar ederler. Farslar ki bizi rəsmiyyəti tanımır, biz nədir federal qura bilərik? Sizin ehtiyacı
yoxdur federalizm qurmada Farslar bizi rəsmi tanısınlar. Kimsizdən, kimdən düşəməz tərəf xitabınız kimdir? Niyə gelirsiniz federala? Qulaq asın. Siyasətdə dildə bir rəsmiyyəti tanıyıb tanımaq, yəni onlar niyə tanısınlar? Niyə tanısınlar? Fars türklərin rəsmiyyəti tanısınlar. Yəni türklər, bugün desələr türklər vardılar, yəni gəlin bölüşək da. O istəmi bölüşsün ki, qardaş, sən desin, səni tanıyıram. Amma İran rejimi köçəndə sən öz bölgəvi idarəsinin kontrolünün əlinə keçirdikdən sonra o sənə deyə bilər, sən rəsmiyyəti tanımıram. Mən niyə gedim onda federala? Gedərəm istiqlala da. Baxın, istiqlala dedim də, baxın, bu dedim, siz büsüz, siz yəni tarix, siyasət, hüquq, gələnək, siyasi gələnək, heç sadə fəqət arzunuz budur, tamamen fikrin, o cür deyil. Arzum bu deyil. Baxın, Fəqət o deyil ki, adamları dedim da, mən cənabıza siyasi... Yox, deyil, baxın, istiqlalı deyirəm, bax, bu istiqlal düz deyil ki, deyəsən, federal Farslar bizi rəsmiyyət tanımazlar, ona görə. Yox, sən gücün yoxdur, sən rəsmiyyət tanımırlar. Sən gücün olandan sonra rəsmiyyət tanımırlar. Niyə bağlanım ora? Mənim də sözüm budur. Ayrı yoxdur imkan. Niyə federala bağlanım? Baxın ki, ayrı imkanın yoxdur. Niyə yoxdur? İmkanı yoxdur. Çünki dövlətdən istəmirlər ayrı olsun. Baxın, Orta Doğu ölkələri, baxın, əsli məsələdən biri də budur. Baba, Kürdistan, iqlimi Kürdistanı... Cavab Şamil. İcazə buyurun, mən bunları dana sual soruşum, cənabı cavab verir. Tamam. Yox. Axı istəyirsiniz, İranda disable şey olsa, stable olmasa, yəni bu vəziyyət durmasa, dağılsa, bu vəziyyətdə hökumət getsə, hökumətin mərkəzi dağılsa, niro əmniyyəti olmasa, polis olmasa, ərteş olmasa, sipah olmasa, sizin nəzərinizcə ərəblər mail olarlar bir güclü İranın federal çıxsın ortaya? Ərəblər mail olarlar, əlbəttə istirlər olur. Ərəb məmləkətlər, ha? Hə, ərəb məmləkətləri güclü federal dövlət çıxsın. Nə dəxli var, istər istəməz. Yox. Onlar istərlər bir güclü İran çıxsın ortaya. İran indi bu saat, yəni İran bir daha köhnə ölkədir, bilirsiniz daha, yəni tarixi var orada. İran köhnə ölkə deyil. İran köhnə ölkə deyil. Heç də dəyişməyəcək İranda. Yox, İran köhnə ölkə deyil. İran çox taza bir ölkədir. Amma bunun da orası mühüm deyil. Əslində o olar. İran taza ölkədir. Çox taza ölkədir. Bizim orada 1000 il tarixi dövlətçiliyimiz vardı. Necə taza ölkədir? Hər nə mənim. Bu ölkə də bu coğrafiya mənzurumdur. Bu coğrafiyanın tarixi. Bu coğrafiya dəfələrcə keçən 1000 ildə gəlib olub bir belə. Gedib olub bir belə. Gəlib indi feylə bir belə. Baba, yəni baxmayın. Biz bunun, indi siz keçən tarix siyasiyə baxasınız, gözəl. Bu bölgədə... İzdən başladılar yazılar ki, bəhs ediyoruz. Olsun, məsələ də, bu bölgədə 1000 il dövlətçilik də ənənəsi vardır. Ya siz deyirsiniz, taz ölkədir. Adları dəyişilib da, adlar daima dəyişilib. Əfşar gəlib edib Əfşar, Qacar gəlib edib Qacar. Əfşarda çox alıbdır. Yox, çox Qacarı demirik. Baxın, bu ölkə ki, gücü var, biraz çox... Ölkədən, baxın bir, ölkədən danışanmarıq axı. O zaman ki, ölkə yekəlir çıxır, ya ən sonunda biz Bəhreyn ayrılıbdır o ölkədən ki, danışırıq. Yəni, o bölkə üzdən keçilibdir. Diqqət buyurursunuz. Bilirəm, baxın, niyə siz qaçarsınız mövzudan? Burada bizim öz millətimizin 1000 il dövlətçilik tarihi, belə bu topraklarda. Yəni, İsfahan mərkəz olub, Təbriz mərkəz olub, Qəzvin mərkəz olub, Tehran sonralı mərkəz olub. Ağa, burada Səfəvilər, burada dövlət qruplar, yəni ondan qabaq qərə qoyunlar, ağ qoyunlar, ta getsən, nəmədir? Qəznəvilərdən də arxa getdi, ta şeyəcən, Öməvi dövrünəcən bizim şeyimiz var, sabiqəmiz var. Ya 1000 il bizim burada tarixçi dövlət var. Buna heç vaxt bu dövlətin adı bir olmayıb ki, hər bir xanədan gəlib öz xanədanın adını dövlət qoyub. Ən sonunda İran qoyublar da. Qacar dövründə İran. Yox, diqqət buyurun, siyasi danışanda biz siyasətdə eləyə bilmərik ki, deyək ki, siyasətdə dünənəcən Hindistanın adı Hindistani idi. Bu günləri istəyirlər adını qoyalar, nədir onu? Deyirlər ki, Kocarat. Kocarat qoysalar da Hindistan adında qutuldu. Dünən tarixdə getdi tarixə. Amma indi deyirik, bugündən Kocarat var. Qutuldu getdi. Yəni ad deyişəndə siyasi mahiyyət də dəyişir.
Yəni siyasi mahiyyət değişdiği üçün Siz konuşdunuz. Ben bilmirəm siz nəyin üstə bəhs edirsiniz. İndi İranın Qacar dövründə bir bayrağı vardı. İndi gəlib bayram olub. İndi bayram. Bir tarixə. Yox, biraz bilirsiniz. Yani sizin söhbətlərinizdə istidlal, yani real istidlala dayanmısınız. Yalnız yani istəyirsiniz fəqət ərzad rədd edəsiniz. Ama bunun üstündə bizim problemimizi nə həll edəcək? Pozitivist, çok pozitivisti bir cənabız bir argüment koydunuz ortaya. 2 dənə. Yox, niyə məsələn İran kəlməsi bugün o məmləkətin adıdır ya yox? İndi adıdır. Yaxşı. Amma bizim məmləkət Geçən Qacar dövrəsinin sonundan buna İran deyiblər. Qacar dövrənin əvvəlində Qacar deyiblər. Sonra Əfşarmış adı, sonra Səfəviymiş, sonra filanmış gedib buzu dalıyıb. Bəs İran taza bir şeydir. Bəs İran taza bir şeydir. Neyini bak, ben de bilirəm taza bir şeydir. Ben de bilirəm taza bir şeydir. Neyini yap? Çünkü İran bir ideolojidir. Siz de bunu dünən deyirdiniz. İsrail de buyurdu. İran bir danışmışız da. Tamam. Onlar danışmışız. İstəyən İran bu taza bir ideolojidir. Bəs İran taza bir şeydir. O da ideoloji əsaslı bir şeydir. Qabaqcan bu cür değildi. Qabaqcan ideolojili əsaslı və bir nəyi dəyişər? Sizin bu söhbətiniz nəyi dəyişəcək siyasətdə? Bu düşünce olarak biz de bunu değiştirerek tarihen biz İran olarak bir şey değildik. Biz irade elesek bura bizim değil, elemesek yok. Gücümüz olsa alarız, gücümüz olmasa alamaz. Yani kendi adı gücü olsa get aldı da ne? O adı o de. Onun adı o de. Sen indi gücünü güclendi. Sizinle istiklalçıların o kadar arasında farkı yoktu. Bunu dedim daha. Yok yani bizim esas meselemiz o ki indi onun adı nerede değil filan. Esas meselemiz biz gücümüz olsun topraklarımızı sağlıklar. Bu kadar. Tamam. İndi onun adı ne olur, ne olmur. Ben de ona arz edirəm mesajı. Əgər bizim gücümüz ola Azərbaycanı güvənliğini saxlaya bilək iç və dış, niyə gedək federal olaq İrandan ötürü? Niyə ərəblərdən ötürü, bəluçlardan ötürü, o birislərdən ötürü gedək məsələn biz savaşa ya bir mənafeyimizi qurban edək? Gözü sual nə verirsiniz? Ərəblərdən ötürü filan da kim? Hangi siyasi bir millete ait olan diye onlardan ötürü gedək biz İranda qalaq? İranda o məhfumdur da. İran məhfumi. Xeyr. Sən əks canıva, qulaq as. Onun ötürü deyək ki, Türk, Ərəb, Kürd birliyi, iş birliyi, bundan ötürü deyək ki, sən istəyirsən Ərəblərin İranda saxlayasan, İranı saxlayasan. Bu deyək, onun ötürü deyək. Sən onun yanında durmasan, gücün olmayacaq bir iş görəsən. Gərək bu millətlərin gücləri bir araya gələ ki, bir güc ola. Təbii ki, yıxmaqda bərabər əl verəcəyik da. Yıxmaqda bərabər əl verək, yıxaq, hər kəsin dövlətini qursun. Əgər sonra ərəblər, mən əlbəttə bunlardan çıxaq da, mən cənabınızdan qərar oldu soruşam, girdik bəhsə gələk, çox Ərəb məmləkətlər İranın, güclü İranın, yox bu rejim getdi. Bu rejim gedəndən sonra. Bir dana yenidən güclü İran çıxmağa Ərəb dövlətləri istərlər. Niyə Ərəb isə heç bir dövlət o birisi dövlət özündən güclü istəməz? Tamam, bu bir. Əslində o dövlətlər, o Ərəb dövlətləri, hələ Türk dövlətlərdən danışmırıq. Türk dövlətləri. Əcəba Ərəb dövlətlər deyirlər bir güclü Azərbaycan İrandan bölünsə, Güney Azərbaycan İrandan bölünsə, müstəqil dövlət olsa mənim nəfrimədir, yoxsa bir İran müstəqil olsa mənim nəfrimədir. Sizin cevabı sualınız bilirsən hardadır? Ərəblər Filistinə sahib çıxsaydılar, ərəblərin nəfini edir, İsraillə savaşmırlar. İsraillə savaşmırlar. İsrail güclü dövlətdir. İran yıxılıbdır yerində. Ya bir güclü İran çıxsın, ya bir güclü İran çıxsın, ya da İran bölünsün. Ərəblər harda durarlar? Ərəb məmləkətlər harda durarlar? Məncə siz özünüzü qandırmağa çalışırsınız, amma mənim sualım əsas sualdır. Ərəblər Türklərdən mühüm, xod Filistini qurtara bilərdik, qoymasın İsrail dövlət düzəlsin orada. Əslən savaşa istəmir girsin. İranda da istəmir savaşa girsin. İndini demirəm. 100 ilin tarixindən danışırıq. Ərəblər savaşa giriblər. Niyə Filistini qurtarmırlar? Niyə Filistinə köməklik eləmirlər? Filistinin dalısında durmazlar, çünki İsrail güclüdür. Qutuldu getdi. İsrail 6 günlük savaşda bunların hamısını sındırıbdır. Hamısı şikəst yiyiblər ərəblər. İsrail'de. Ama İran sınsa gücü yok, ordusu yoktu. Ərəblərin nəfqinədir ki, İran bir bütün İran çıxmaq yerinə orada 4 dana məmləkət çıxsın. Türkmen çıxsın, Əl-Əhvaz çıxsın, Azərbaycan çıxsın,
Bəluchistan çıxsın. Bu 4 dana çıxsa, ərəblərin nəftinə... Baba, hansı ərəb ərəblər... məmləkət ucu fikir axı? Niyə özünü yazırsan? Hansı ərəb dövlət ucu fikir? Hansı ərəb dövləti bu fikir eləməz ki, mənim düşmənim zəifləsin? Axı, düşmən... Hansı ərəb dövlət ucu fikir? Hansısı eləməz var? Mən bunu sizdən soruşuram. Eləməz Ərəbistan eləməz. Ərəbistan deməz ki, məsələn, zəif heç İran dövlətin haqqı yoxdur ki, heç dövlət bu dövlətin parçalanmasına düşünmür indi də. Demir amma özəl şərait qabaqcələr. Siz niyə bu beynəl, o ərəblər ki, özləri zəif bir durumdadılar. Əgərsə bu toprak bütünlüyünü İranda qəbul eləsələr, o ərəblərin öz ölkələrinin neçə parça olmağına şərait yaradacaqlar. O ərəb o birisi məmləkətdən toprak kopasın, o ərəb o birisi məmləkətdən toprak kopasın. Ərəblər hamısı İranın siyasi coğrafiyasının bir-birinə dəyməsindən müxalif olacaqlar. Türkiyə də müxalif olacaq. Türkiyə hamıdan çox müxalif olacaq. Siz gedin Türkiyə deyin, siz bir günlər gedin Türkiyənin rəsmi partiyaların rəhbərlərinə deyin ki, biz istəyirik İrandan ayrılaq. Gözlə nə deyəcəklər? Ötürəl otaqlarından eşiyəsiz. Sizi öz dəftərlərini ötürəl eşiyə. Çünki getməz, bilmirəm, siz getməmişsiniz. Gediblər. Bunu təcrübədən deyirəm sənə. Gediblər. Bizim də dostlarımızdan ad aparmıram, amma dəftərindən ötürüb eşiyə. Mən də ad aparmıram, amma bilmirəm ki... Güzel nə deyiblər? Gedin İranda demokrasiya çalışın. Tamam. Mən də ad aparmayayım. Niyə? Mən də aparmayayım. Niyə? Hər vaxt ona ötürü qoy bir başqa səbəb gətirim. Türkiyə dövlətinin, modern dövlətinin tarixi 100 ildir, 100 il. 100 ildə hansı addım atıblar səndən ötür, məndən ötür, Azərbaycandan ötür. 100 ildə qədəm at, 100 ildə, bax, 100 ildə qədəm atmayan bir dövlət, bir gecənin içində siyasətin Hidayət bəydən ötürü söyləyəcək ki, Hidayət bəy bu cür fikirləyir. Cənab Şamili, sizdən təcrübə elətdirməyim mən. Mən sizə bundan çox üstün bilirəm, cənab Hüseyin. 100 il. Abi, ya güc anlamın gərək dəqiq dərk ediyor. Baxın, Türkiyənin qarşısında bir tane güclü İran var. Torpaq olaraq 2 bərabərə yaxın İrandan, hətta bəlkə Türkiyədən böyükdür. Nəfti var, gücü var, ordusu var, filanı var, bəhmanı var. Türkiye'nin bunlar yok idi. Eyni halda Türkiye ve İran her ikisi bir dana buluşur. Yani bu geçen de İngilistan'ın sonra Amerika'nın müstəmirəsiydiler. Bunu geçen dəfə bəhs elədik. Tamam. Ama Türkiye İran'la savaşa girməyə istəməz. İndi də istəməz. Ama İran yıkılsa gece sabahları bize dəstək verər ki, dövlət qurun. Yıkılsa İran'la savaş ihtimalini almaz gözüne. Ama İran yıkılsa bize destek verir, ordu verir. Siz Türkiye'nin siyasetten takip edirsiniz büyüğü. Ben mesela Türkiye'nin siyasetlerini Türkiye, Irak'ta, Suriye'de takip edirəm. Görürəm ki, o yerlərdəki uduzdu. O nəticəni aldı ki, mən iştibah elədim. Əslən, Irak'ta iştibah elədi. Türklər gəldilər, Türkmenlərin yerini aldılar. Suriye'de de iştibah elədi, böyük de iştibah elədi. 2500 trelik əsləhə getdi Türkiye'den Kürtlere. 2500. Şey de Amerikanın istediği nirulara, her zaman idadı. Onlara getdi. Irak Türkiye'den getdi. Biz İran'a yaxın tərəfdən, bugünkü İran'a yaxın tərəfdən. İndi qulaq asın. Mən də icazə buyurun da. İcazə buyurun ki, bu bəhsi qutaraq da. Bu bəhs vaqəən çox... Yok, bir daha muhalifesini diyeyim. Yani bakın, Suriye'de Türkiye federalizm kurmaya muhalif edir. Suriye'de. Ha, indi. Siz deyirsiniz ki... Türklerin gücü olsa dövlət kurar. Bugün orada siz deyirsiniz ki, İran. Yani Türkler İran'dan ayrılsa Kürtler ayrılmayacaq. İran Kürtleri. Ayrılsın da. Ayrılabilse ayrılsın. Türkiye koysa ayrılsın. Türkiye koymayacak onu. Çünkü o Türkiye bizi koyar. Biz Türkiye. İran Kürtlerini deyirəm. İran Kürtlerini koymaz. Onu da koymaz. Onu da bizimle. Türkiye koymaz. Koymaz. Yani Türkiye, İran Türklerin diğer istiqlal tapın ama Kürtler tapmasınlar. Görürsünüz ne gergin oldular düşünürsünüz. Yani tamam. Ünlü bence bu kadar eşitlerden hamısı təşxis edilir. Tamam. Bunu geçsin. Bu bəhsin. Ağa, İstiqlal bəhsindən 5-6 dana sual qaldı. Bunu da cevap ver. Onu qoyaq sabah. Çünki indi biz yetmişik saat 10:30-a.
devamı sabah edək. Çünki yəni mənə Tamam. Tamam. gücüm varmayıb. Sizin Bugün sizə güzel bəhs. Olsun, bugün nə biraz da bəhslə geçsin. Nə olacaqdı? Yəni bu bəhs də az olub bizim şeydə, hərəkətdə çox azdır bəhs. Biz sizinlə çox mədəni insansınız və bəhsimiz yəni rahatca gedir. Yəni bir-birimizi başa düşürük, izah edirik bir-birimizə. Yəni bu qədər də lazımdır. Yəni Cənab məncə Kamil, mənim bir amacım budur ki, burada dostlarla danışmağı öyrəşək bir-birimizdən. Bir-birimizə Dəqiqən. qopulmadan, atılmadan, pis söz demədən qulaq asaq, argümentlərimizi ortada qoyaq, rədd eləyək, nəqd eləyək, bir-birimizi təhəmmül eləyək. Bilək ki, bax, bu da Azərbaycanlıdır, mən də Azərbaycanlı. Düşüncələrimiz fərqi var. Düşüncələrimizin fərqi olmaq təbiidir. Yəni, bundan təbii hesab olmaz. Elədir. Yəni, cənabınızın federalist olmağınız, mən gərək cənabınızı rəsmiyyətə tanıyam. Cənabınız da məni rəsmiyyət. İttifaqən, mən bir dənə bir iştibah ki, görürəm bizdə var. Budur ki, məsələn, bizim mübarizəmiz İrandan çox, Farslardan çox İstiqlal Federal davasına girmişik. Yəni, biz bir-birimizə gücümüzü, fikir, heç olmasa düşüncə gücümüzü bir-birimizə sərf eləməməliyik. Biz məsələn, mən ciddi deyirəm, məsələn, Salih bəyin müsahibəsi vardı da, baxın, qoymuşam taza şeydə, sualı soruşmuşuq. Salih bəy, federalistləri necə görürsünüz? Deyir, federalistlər oradan ki, gəlirlər, bizlə gəlsinlər, orada da özə biz gedək. Ya bizlə gələrlər, ya gəlməzlər. Yəni, oradan ki, o adam federalist gedir, biz də oradan gedirik. Amma biz oranı gedirik, o orada qalsın, qalmasa da bizlə gəlsin. Yəni, baxın, bu gözəl cavabdır. Yəni, istiqlalçılardan o birislərin hələ cavabını almadığım üçün deyə bilmərəm. Amma Salih bəy Yıldırım, Güney Azərbaycan İstiqlal Partisinin lideri olaraq deyir ki, federalçılar bizim yol yoldaşımızdır. Tamam. Baxın, o əlbəttə ki, yəni, əlbəttə düzgün anlayış olursa, əvvəla kim qərar verəcək istiqlala? Gələ bir xalq səsi olaya yox. Parti qərar verir. Cənabınız federalda qərar verirsiniz. Yox, cənabınız düşüncəni. Deyirsiniz, mən federalçıyam. Düşüncə başqa. Tamam. İstiqlalçı da Azərbaycan istiqlaliyyətində kim qərar verəcək? O istiqlaliyyətin də o gün ki, rejim dağılır, o günləri güc hər kəsdə olsa, baxın, sizin bu dediyiniz... Sən fikir etsən, o qədər güc olacaq, bir tərəfdə fərqli güclər olacaq orada. Bir güc Təbii ki, olacaqdır. Təbii ki, olacaqdır. Amma görək, əgər bizi istiqlalçıların gücü, məsələn, mən istiqlalın tərəflərindən, öz tərəfindən danışıram. Sizin gücünüz olmasa da elam istiqlal eləyəcəksiniz. O demək lazımdır, mən bunu bilirəm. Mən onu elam istiqlal eləyəcəm, radio, televizyonda da deyəcəm, amma mənim tərəfdarlarım çıxsınlar istiqlal üçün, geçsinlər partizalardan, silahı götürsünlər, savaşaq. Ağa, çox sevindim. Bir-birimizlə savaşmayam, ondan sonra məsələlər var, qalanı. Biz qətən mən Cənab Şamilini və federalçıları, mən özümü deyirəm, istiqlalçıların da dedim, birinin nəzərini qoymuşam ora, rəsmi düşüncəsidir, çox da baxın görün, fikirəm ki, bu bəhsidən sonra ki, əlan istiqlal danışırıq, bir dənə də bəhs var, İran, ondan sonra federalizmidir. Mən federal bəhsində həm sualları soruşmuşam, Sayın Salih bəydən, həm də Qazaşdan bəhslər qutarandan sonra, yəni 6 gün qutarandan sonra Qazaşdan kətbi olaraq göndərmişəm ki, ağa, bunlara Qazaşdan cavab ver. Qazaşdan cavab almışam və o cavabı yaymışam. Yəni, federalist özü fikirəm ki, bir saat federalizmə görə danışımına. Zəhmət çəkib orada bir saat Qazaşdan federalizm nədir bizim düşüncəmizdən, iç düşüncədə necə düşünürük, eşikdə necə düşünürük, istiqlal niyə filan. Məncə biz iş görməliyik. Yəni, cənabınızla mən, istiqlalçı olaraq, cənabınızı mən deyirəm, çünki o birisi hizblərin tərəfindən mən danışamarım. Biz bir-birimizi qulaq asmaq məcburiyyətində yox. Çünki görək, əslən, federalçı nə deyir, istiqlalçı deyir. Qulaq asmasaq nə cür bir-birimizə nəqd eləyə bilərik? Yox, qulaq asmasaq düşmən olduq da. İllədir bu ki, bir-birimizin indi düşmən görürük, Farsda da, İranı. Budur ki, biz bir-birimizə eşitməmişik. Yəni, mən cənabınızı eşitmişəm, çünki mən federal backgrounddan gəlirəm. Amma məsələn, fərz buyurun ki, mən həmişə deyəm ki, ağa, hər kəs federalisti düşməndir, qutardı getdi da. Ya mən cənabınızı niyə məhqul edəm? Demirəm ki, yoxdur. Deyirəm ki, əgər belə görsək, ya federalçı deşək ki, istiqlalçılar düşməndilər,
Elə burada da biz bir-birimizə bəxt qoyub sözümüzü qulaq asmarıq O ki, cür düşünən yoxdur. umaram ki, Yox. belə olmasın. Mən Əməldə yəni ummaq deyil. Yəni izhar nəzərat rəsmidə federalçıların içində istiqlalçıların içində federalçılara düşmən görən var, izhar var, izhar. Yəni danışıb material var. Xain, filan şeylər var, amma federalçı tərəfindən istiqlalçılara o cür bir ifadələr əsla mən rast gəlməmişəm. Mən umaram şəxsən. Bir tərəfdən də istiqlalçıların tərəfindən dil baxımından, yəni federalçılara çox ağır, səngin, yəni qatı və çox baskıcı dil istifadə olur, amma federalçıların tərəfindən istiqlalçılara o dil əsla istifadə olmayıb. Yəni indiyəcən danışır. Mən demirəm, bilirəm ki, istiqlalçılarda federalın federalçıların əleyhinə ağır cibhə var. Bunu bilirəm. Yəni bilmədim deyil. Özümü vurmuram ki, mən yox. Amma mən şəxsən Sayın Şamili cənablarının danışıqlarına, məcmu danışıqlarda, mən neçə ildir bu adamı tanıram, bir dənə də stratejik bizim bir bəhsimiz, qrupumuz var idi Facebookda, yaradıcısı da cənab Şamili idi, orada bəhslər geçirdi filan. Mən oradan da bu üzə, yəni o zamandan bu adamı tanıram, hətta ondan qabaq da tanımasam, oradan bu üzə tanıram cənab Şamilini. Cənab Şamilini mən bəhslərinə qulaqsam, deyir, həmişə bu sual mənə məsələ oldu, həmişə. Demişəm, niyə bu adam bu gözəllikdə düşüncə ilə, bu omqla, dərinliklə ki, çox az adam var bu dərinlikdə, teorik dərinlikdə, çox az adam var Şamiliyə çatsın. Amma nədən bunun əsli dəvdəsi istiqlalçılardır? Aha, orada bir böyük yanlışlıq var. Mən o stratejiyə indidən bu şəraitdə dayanmanı Azərbaycana zərərli gördüyünün üçün onu analiz məcburiyyətindəyəm. İndi vaxtı deyil o sözün deyə mən düşünürəm o cüra. Ziyan verici olması üçün dedim sizə Azərbaycan istiqlal edişində bir ay, yarım 2 ay olmadan istiqlal mövzusu meydana gəlmişdir. Ona görə ora biz çox yol qalırıq. Yəni istiqlal sözü meydana gəlmək, demirəm işgal yerində gəlirsə, yəni bypass, yəni güc sahibi, güc olsun, buyursunlar, okey. Amma heç də olmadan istiqlala getmir. Yəni güc əbzarı, yəni bizim hərəkətdə güc əldə etmə imkanımız çox var. Yəni istiqlal sözü demək qaçırtma, qorxutma, diskitmə hərəkətdən. Yəni baxın, aktivistlər demir ki, aktivistlər camiənin 1-dən 5%-nə, yəni 95% camiə bu mövzuları bilmir. Onlarla istiqlal unvanı ilə danışsan, diskinərlər, qorxarlar, qaçar. Mən ona görə müxalifəm ki, biz oraya yetişək, güc sahibi olmaq, milli maarifləşmə keçsin. Ondan sonra bir kəsimdə istiqlal tərəf, tamam. Bu kəsimin nə qəddir cami toplumunda 5%-dir, 50%-dir, 30%, baxa ora. Orada tamam şərait indidən sıfır alanda keçirir. 12-dən hizb istiqlal düzəlir. 12-dən hizb istiqlal düzəlir. Nə demək? Özdə hamısı da bir intihar da milliyyətçidirlər, bütövçüdürlər, millətçidirlər, turancıdırlar, hamısı. Amma 12-dən təşkilat düzəlir. Qardaş, siz əvvəl gedin bir bizdən anlaşın, bir daha təşkilat edin təşkilatçıyı. Onda sizə biraz daha çox inana bilək. Amma bu göstərir ki, siyasi təcrübə burada sıfırdır ki, bir dənə məfcuriyə, bir ideolojiya, bir təşkilat, hər sırada bir təşkilat lazım var, 12 təşkilat düzəlib. Bu görsədə burada təcrübə yoxdur. Onda mənim müxalifətim istiqlal üçün deyil. Zamanında fikrin mətrəh olmamasının ziyan verici olması üçün mən intiqad mövzusundayım. Əlbəttə bunu fikirləməyin ki, mənəm, ha. Bu söhbət məndəyir. Bu söhbət uzun söhbətdir. Mən dostlarının birinin söhbəti İranda kimlər? Bax, bu tutulanlar, yaxalanlar, tanınmış şəxsiyyətlər, onların əksəriyyəti federalistlər. Yəni, onlar desən hamısı, nə mənədir? Məsələ deyək ki, Aptam adında bir dərgi çıxırdı İranda. O şeydə, Güney Azərbaycan öğrenci danışıqları. Özel sayı çıxartmışdı federalizm haqqında. Məsələn, Dilmanc adında dərgi çıxırdı. Dərgi, yəni orada Dilmanc özel sayı federalizmə çıxardı. Tamam onun yazanları hamısı. Ondan sonra şey vardı, deməlidir, varlıq dərgisi və Azərbaycan çox, yəni kəsimin sözü federalizm. Mən də elə bir şey danışıq görürəm, mən fəqət federalizm. O üçün deyil. Yox.
Estağfurullah, Yəni estağfurullah. Baxın, baxacağız görək siz ki, məni yəni bu tanırsınız. indi biraz tezdir dəyərləndirmə. Biraz səbr eləsək, güclərin balansı da bəlli olacaq yavaş-yavaş. İndi Təbii ki, deyil amma təbii ki. şərait müsait şərait gəlirsə. Cənab Şamili, mən də İrandan çıxmışam 20 indi 22 ilə keçir. Nə tez keçdi 22. Xoş da xəbər deyil İrandan çıxmaq, amma nəyə? Yox, xoş xəbər deyil. Mən indiki şeyim olsaydı qalardım. İndiki ağlım olsaydı qalardım. Əlbəttə mən uşaqlarıma görə çox məcbur oldum. Yəni əlbəttə məni də məcbur elədilər qaldım. Mən gəlməmişdim ki, qalam Türkiyədə. Mən hətta dostlar gəldilər mənə dedilər ki, Keyhan belə bir şey yazıbdı. Elə o yazını göndərdik Sazmani Millə, mən qaldım Türkiyədə. Yoxsa Sazmani Millə desəydi ki, yox, okeydi, keçindən gedərdim. Yəni bu qədər. Mən yəni bir dənə bir şey yazdılar, onun üstündə biz Türkiyədə dostlar dedilər ki, sən getməyəcəksən. Yoxsa mən ciddi, mən Almanda da gəlmişdim də Almana. Almanda dedilər qal, dedim qalmıram. Mən gedirəm, getdim vətənimə gəl. Mən vətəndə qalmaq istirdim. Pəşimanam çıxmağımdan. Amma uşaqlarıma görə də biraz çıxmağa məcbur oldum. Çünki vaqəən çətin günlər çəkirdilər. Amma bunlardan keçdim. Yaxşı olub qalmağınız da yaxşı olub. Yoxsa mən bir kəsindən İstiqlal Federalizmi əslində bəhs eləməyə tapılmayacaqdı bir dəfə. Mən federalist idim İranda. Niyə? Çünki istiqlalı danışsan edam elərlər, federalı danışmağı lağəl edam eləməzlər. Çox gözəl söz dediniz. Aha, qəşəng sözdür bax. İçəridəki adam, yəni istiqlalı təbliğ edəməsən İranda. İçəridəki adam məcburdur federalizmdən danışsın, ona yer alsın. Gözəl, dünən cənab çox gözəl məqam işarə elədiniz ha. Federalizm özü təliyə saldınız burada biraz. Yox, təliyə salmadım. Yəni istiqlal bir daha stratejidir ki, İranda təbliğ ola bilməz. Çox böyük təhlükələr yaradır. Amma İranda nə dövlət, nə heç kəs inanmır federala. Deyir ki, bunlar federalistdirlər. Çünki istiqlala gedən yoldur. Onlar boş verir. Onlar əsas da. Əsas budur ki, bir fikri təbliğ eləyə bilmirsənsə, onu nəzər əldə edə bilərsən. Sual. Allah'a medialarımız da var, təbliğ edirik bu fikirləri. Elə federalı daha, yəni hamısında mediamız vardı. İçəridə də o açıq hüquqi zəminlərdən, bəzən də itilasız gözün yumduqları zaman, biraz yumuşaq olduqları zamanda o cür bir şeylərdə çıxada bilirdik. Siz çox yaşayın. Çox sağ olun. Təşəkkür edirəm.